Bismillahirrahmanirrahim. Allahın lütf keremi ilə bu günləri beyin mühəndisinə qarşı Türkçə əski kitablar proqramının 341-ci bölümün başlayıram. Umarım ki, hər kəsə xeyirli olsun. Gedək bugünkü əski əlyazma neçə yüzillik kitablardan hansısı şansımıza çıxır ki, onunla tanış olaq. Dünən çox bir dərin irfani kitabla tanış olduq. Geçmiş cəlsədə. Əlbəttə, indi onu tapa bilsəm əgər Divan-ı Həzrəti Füzuliyə də bir baxdıq əlbəttə, amma oxumuşduq öncədən, ona görə ona getmədik. Vəli burada bir kitab indi axtarıram ki, bu dünən oxumuşduq, amma adı nə idi onun? Risale-i fi bəyanil əhvalil mühibbi və salik. Görün bunu tapa bilsək, o istirdim bunu. Bu değilmiş, bu iştibah açmışam bunu. Aşağılara gidəcəkmiş. Bəlteqiyyə. Tamam. Nəhalistan, Ənvarül Aşiqin Mənsud, Təvarix. Bunu buradan Ərzencani deyə, bu məncə şey deyil, doğru deyil. Bunu buradan götürək və aparaq qoyaq burada. O kitabların içindəki oxuması bizə vacibdir əslində. Tamam. O kitabların içine qoyaq və gələk təzəşdən burada. Yenə də bunu tamam. Ənvar Aşiqin Təvarix fikirəm bunu oxumuşuq, amma yenə bir açaq görək Təvarix aya o həman şeydir. Mənim nəzərimə həman kitabdır ki, qabaqcan oxumuşuq. Təvarix, Vəsiyyət-i Fəqir və 3-cü kitabı Təlim-i Ulum. Tamam, bu kitabları açdıq görək ki, bunlar nədir? Birinci kitab Təracimə. Ondan sonra Təvarix, Vəsiyyət-i Fəqir, Təlim-i Ulum. 4 dənə açdıq, bunlardan birinin ikisini oxuyarıq, qalanı qalar. Bugünkü bu kitab Təracimə. Əlbəttə, bundan öncə bir ayrı kitab oxumamışdıq. Təvarix, Ənvarül Aşiqin Mənsur. Bu da calib kitab idi. Bunu da buradan götürüm, kat eləyim, aparım, qoyum. Buraya əvvəl o birisi neydi, ona baxdıq. Tamam, təracimiyə baxışırıq. Təracimə nədir? Cildinə baxırıq əvvəl. Burada yazıblar təracimə 158 səhifədən ibarətdir. PDF bunu 79 səhifədə göstərir. Kitabın cildinə baxırıq. Zahirən cildi bir nəqqaşi imiş ya da qardon imiş, kamilən çürüyübdir əl təri ilə zaman içində. Hətta şirazəsi də o cürsə. İçinə baxırıq, görürük ki, içi də tökülübdür və kitabın əvvəlindən də bir çox səhifə tökülüb gedibdir. Burada biz gördüyümüz ehtimalən 41-ci səhifənin burada bir yazı yazıbdır. Bu kitab Süleymaniyyə kitabxanasında İstanbulda saxlanır. Dövrəsi 2 cizgili çarşıvədir. Bu yazının dövrəsinə yazıblar. Yazı türkcədir və çox gözəl bir türkcədir. Niyə ki, hər bir kəlmənin üstündəki olan hərflərin, hər bir kəlmədə olan hərflərin səsin üstünə qoyubdur. Bu da o kəlmələrin doğru düzgün oxunmasına köməklik edir.
Görürük ki, kitabın şirazəsi, o yer ki, vərəqlər bir-birinə yapışır, ora kamilən didilibdir. O iplə ya sapla ki, toxumuşmuşlar, ya tikmişmişlər, o da qırılıbdır. Bunu görürük. Kitabın çürümağın içində də görürük, qıraqlarında da kamil bunu vərəqlərin boyunda görürük. Bəzi kəlmələri qırmızıca yazıbdır və bəzi indi virgül yerinə ya nöqtə yerinə qırmızı böyük nöqtələr qoyubdur. Çox bir gözəl yazı, əlyazı, əla bir vəziyyətdə davam edir. Burada bir PDF-də 11-ci səhifədə bir damcı düşübdür. Ehtimalən tər damcısı ola bilər. Yenə də burada bir damcıdır ya hər nədə o da düşübdür. Kitabın dedim ortası cırıqdır. Burada da onu görürük. Bu cür kitablarda normalda çox səhifələr itə bilər ortadan. Onun üçün biz ya səhifənin nömrəsinə baxmalıyıq. Əgər orijinal əsl olsa, əsl olmasa aşağıda ya üstdə kəlmələr təkrar olur. Ya son sətrin bu kəlmədir, bu səhifədən keçəcək o birisi, bu vərəqdən ki keçəcək o birisi vərəqə, orada ya sətrin sonundakı kəlmə o birisi səhifədə təkrar olur, ya da sətrdən eşikdə aşağıda son kəlməni ki o birisi gələcəkdir, onu yazır burada ki bəlli olsun. Mən burada bəzi yerlərinə baxıram, amma çox da baxmağa gəlməyəcək. Ayələri qırmızıca yazıbdır, bəzi kəlmələri qırmızıca yazıbdır. Çox gözəldir. Kitabın ortasına az da olsa su gəlibdir, qıraqlarda da kamilən çürüm. Hətta ortada da çürümək görsənir, əlayimi görsənir. Yazı çox cəlib bir yazıdır. Bunu indi əks sallıq qoyarıq, görək ki, bu kitabın xətti haqqında nə deyir, hangi xətt ilə yazılmış olubdur, bunları da görərik. Burada ortasını görürsünüz, kitabın kamilən bir-birindən ayrılıb, kamil şəkildə və getdik kitabın sonlarına yetişdik. Əcəba son sual mənim zehnimdə budur ki, kitabın sonu var, yox, kitabın sonu da yoxdur. Burada da yazıb ki, hər yerlikindən, yenə burada görürük ki, o birisi səhifə yoxdur. Yəni, kitabın əvvəli də yoxdur, tarix çıxsın, sonu da yoxdur, tarix çıxsın. Əlbəttə, bundan tarix çıxartmaq olar. Bir şərtlə ki, kitabın bir çox yeri ya da hamısı oxunsun, ta içindən o tarix çıxsın. Qeydaq kitabın əvvəlindən bu kitaba bir nəzər eləyək görək. Kitab əvvəldə, elə indi də Süleymaniyyə kitabxanasında olur. Öncədən də oradaymış. Bu cildə baxanda görürük ki, burada bir nəxşə var imiş kitabın üstündə ki, təəssüflə dedim, kitab o qədər köhnəlib ki, aradan gedibdir o nəxşəsi. Bu kitabdan istəyirəm ki, elə bu səhifədən Süleymaniyyə kitabxanasının möhrü geçsin. Bu səhifədən, iki səhifədən bir əks salaq verək PDF şeyə verək bu AI-lara, görək AI-lar bu haqda nə deyirlər, bunu xətti necə qəzavət edirlər, ya bu qonu haqqında əcəba bir bilgiləri varmı? Bunu save elədik və beləliklə indi gedək bunu 2 dənə AI-mız vardı, bunlara verək. Biri budur. Bu əl yazma. Çevirməmişəm bunu. Bu əl yazma haqda bilgilərini istəyirəm. Bunu da buradan götürüm, kopya eləyim ki, o birisinə qoyanda və ChatGPT-yə də gedək. Əlbəttə bir dənə elə bir şey vardı, onu da tapa bilsəm, o da cəlib olacaq. Görək ki, bu haqda hangi məlumatları bizə verə bilirlər. Əvvəl gedək bu görək burada nə? Bu əl yazmanın
görüntüsünə əsasən onun dili, xətti və içəriciyi haqqında demək olar ki, bu əsər klassik Türk ədəbiyyatı böyük ehtimalla əski Anadolu türkçəsi və ya klassik Azərbaycan türkçəsi ilə yazılmış bir klassik yazı nümunəsidir. Yazı haqqında əsas nöqtələr: dil və ləhcə. Matnıda işlənilən kəlmələr, məsələn, dedi, etdi, qaşında, oğlan göstərir ki, bu əsər Oğuz türkçəsinin tarixi dövrlərinə aiddir. Sırf yazı tərzinə, bu nə mənə üstə gətiribdi? Ask Google about this page. Haradadır bunu yazıbdı? Tamam. Mövzu və içərilik. Üzr istəyirəm, sırf yazı tərzinə və kəlmələrin quruluşuna baxsaq, bunun 14-cü, 17-ci əsrə qədər uzanan bir zaman dilimində yazıldığını deyə bilirik. Burada yazım ki, tarixləri hicri yazsana. Görək ki, bunlara yetişincə çox gözəl. Hətmən tarixləri hicri qəməri təqvimi ilə qeyd edirəm. Bu əlyazmanın xətt və dil özəllikləri xüsusən sözlərin yazılmış tərzi və hərflərin və hurufatın formasına əsasən təxmin etmək olar ki, bu əsər böyük ehtimalla 10-cu əsr ilə 12-ci əsr arasında köçürülmüşdür. Bu zaman dilimi haqqında bu bəzi nöqtələr, əlbəttə üstdəki Nəcidaq baxaq, orada bundan çox daha məlumat vermişdi. Mövzu və içərik. Yazı bir söz, söhbət və ya münazirə, sual-cavab formasındadır. Əcəb. Sayfada qırmızı mürəkkəblə yazılan sual kəlmələr və ondan sonra gələn açıqlamalar əsərin kəlami, əxlaqi və ya dini bir ünvanında olduğuna işarə edir. Matnıda Məlik, ata, ana, oğlan kimi şəxsiyyətlər arasında keçən bir dastan və ya ibrətamiz hekayədən bəhs olur. Matnın bir yerində sual olundu ki, ifadəsi ilə yeni bir bölüm başlayır ki, bu da əsərin təlimat və ibrətli bir rivayət nəql etdiyini göstərir. Xətt və yazı tərzi. Xəttin növü, bu yazı nəsx xəttinin Oğuz türk sahəsində raic olan sadə və oxunaqlı bir kökündən götürülüb. Bəzəmələr. Hər səhifənin ətraflı qırmızı cədvəl ilə çevrilənib. Cümlələrin arasındakı qırmızı nöqtələr, duraqlar, mətni qırvayət etməyi, bunu oxuya biləm, qırvayət etməyi asanlaşdırır. Qəraət olacaqdır. Qırvayət etməyi asanlaşdırır. Haşiyə. Sayfanın aşağısında qarşısındakı ya da qarşısındakı yazıb ona görə. Qarşısındakı, yəni əlbəttə farsındakı ya da qarşındakı kimi kəlmələri yazılması köçürülücünün, katibin sayfaları bir-birinə bağlamaq üçün işlətdiyi rədələrdir. Matndan bir neçə sətrin oxunuşu. Tamam, buranı geçək ki, bu birisi nə yazdı? Bu əlyazma. Bu gördüyünüz əlyazma çənd cəhətdən mühüm xüsusiyyətlərə sahibdir. Bu araşdırma bu səhifəyə əsaslanaraq izah edirəm. Yazı və xətt növü. Bu mətn nəsx xəttinə çox yaxındır, amma bəzi huruflarda nəstəlik təsiri də görünür. Bu da göstərir ki, dini və təlimi mətnlərdə istifadə olunan klassik üslubdur. Qəraət oxumaq üçün rahat yazılıb. Dil və mühtəva. Ərəbcə ibarətlər, dualar, hədis ya dini cümlələr,
və onların ardından türkcə Osmanlıca izahlar. Bu üslub məmulən vəz kitabları, təzəvvüfi nəsihətnamələr ya sual-cavab şəkli dini mətnlərdə görünür. Səhifədə cavab verdi, dedi kimi ibarələrdə bu diyaloqlu sual-cavab üslubu göstərir. Zinət və səfər tərtib. Qırmızı çərçivə, haşiyə mühüm və dəyərli nüsxələrdə olur. Qırmızı nöqtələr cümlə ya vəqf əlaməti. Başlıqların qırmızı yazılmağı mətn içində bölümləri ayırır. Bu xasiyyətlər kitabın sadə bir dəftərdən yox, nisbətən üzərinə kitab nə mənə bilmirəm, üzərinə kitab olduğunu göstərir. Özənən ehtimalı olur. Üzərinə özənənməsi, beləsi bir şey olacaq. Mən nəzərimə o cürə. Tarix təxmini. Yazı səpkinə, səfhənin tənziminə və imlaya baxaraq 16-18-ci əsrlər Hicri tarixinin 950 ilə 1200 arasında deyir ola bilər. Daha dəqiq desək ya demək üçün yazıbdır. Axır səhifə katib tarix, muhir ya vəqf qeydi lazımdır. Mövzu ehtimallarını da istəmirik. İlginc bir nöqtə. Mətndə ərəbcə və türkcənin qarışıq olması bu kitabın təlim üçün yazıldığını qüvvətli göstərir. Tamam, bunu ötürək geçsin. Gedək kitabımızın özünə baxışıraq, görək ki, nə deyir? Şöylədir ki, bir rahib var idi. Onun adı Cərih idi. Müstəcabu dəvə bir gün, cümlə burada qutulur da, yəni bunlar ki dayanacağım, onlar cümlədir, istəmirəm deyəm. Bir gün soməəsində ibadətdə məşğul idi. Nagah anası içəri girib dedi, etdi, demədi, etdi. Ya Cərih deyə çağırdı, ya Cərih deyə çağırdı. Çərih, əlbəttə çərix də oxunur. Çərix deyə ehtimal elə. Ya Çərih namaz yeni yüzməyib, ana cavab verdi. Ya Çərih namazını bozmayıb, ana cavab vermədi. Anası incinib etdi. Görəyim səni bir bəlaya giriftar olasın deyə çıxdı getdi. Allah Allah. Ananın duası müstəcab oldu. Hikayəti şöylədir ki, məgər bir övrət bir çoban ilə fəsad edib, ol övrət hamilə oldu. Övrəti tutub, bu sənin həmlün kimdir? Bu sənin həmlün kimindir? deyə sordular. Övrət etdi. Bir gün Cərih qatinə vardım ani ziyarət etməyə. Ol bana təmə edib, bəni hamilə etdi, dedi. Və mələkə dəxi əbləhə cavab verdi. Ya və mələkə dəxi əbləhə cavab verdi. Mələk etdi. Çərihi keşan bərkeşan hiqarət ilə götürdülər. Və mələkə dəxi əylə cavab verdi. Mələkə etdi. Çərihi keşan bərkeşan hiqarət ilə götürdülər. Ol dəm mələk etdi. Sən necə zahidsən kim? Bir övrət səni ziyarətə varıb, soməənə girə, dəxi sən fəsad edəsən. Ol səndən hamilə olə. Cərih etdi. Maazallah.
bu bana bohtandır dedi. Melek öğretten yine sual etti. Öğret yine evvelki gibi cevap verdi. Cerih meleke etti. Bana destur ver dedi. Bir kere anam katına varayım dedi. Ondan sonra her ne kim dilersen eyle dedi. Melik buyurdu, Cerihi anası katına ilettiler. Cerih etti, ey ana, ulu getüm sen, ey ana ulu getüm sen bana çağırdın, ben ol zaman namaz kılırdım. Namazı bozup sana cevap veremedim. Boylaya senin bedduanıyla müptela oldum. Bu belaya senin bedduanıyla müptela oldum. İndi senden isterim ki benden hoşnut olasın dedi. Dahi bana hayır dua edesin deyip ayağına düştü. Anası dahi ağlayıp Cerih'e dua etti. Ondan sonra Cerih dönüp melek katine geldi. Etti. Ya melek sen alını ol öğretin karnına godahi. Sen alını ol öğretin karnına godahi. Et kim? Ya veled senin atan kimdir diye cevap ver dedi. Melik buyurdu. Öğreti getirdiler. Elini öğretin karnı üzerine koyup etti. Ya veled atan kimdir dedi. Ol veled anası karnında fasih lisan ile etti. Benim atam filan çobandır kim filan derede koyun güder. Şimdi filan ağacın dibinde yatıp dur dedi. Bad ahd bi günah bu zahid bi günahıdır dedi. Hakkı Teala'nın bir has kulidir dedi. Melek ol öğretin karnındaki oğlandan kim bu sözü eşitti? Ana bir korku düşüp endamine bir lerzeler düştü ki zahid bühtan bu silinibdi. Bu kelime burada silinib. Tazaşdan yazılıb həm də bohtan yazacaqmış, bohtam yazıbdı. Yəni bu kəlməyə əl aparıblar. Burada hər nəymiş kəlməyə əl aparıblar. Yeri də qalır. Həm silinməsi də ihtimalən o qədim əli belə vururdular, belə sürtürdülər. O vərəqdən bir zərrə soyulurdu. O cür olubdu, amma əlamətləri, yəni səsləri qalır. Zahid bohtan edib xəta etdim dedi. Zahidə bohtan edib xəta etdim dedi. Mələk bu əhvalı görəcək, Zahidə izzətlər edib helallıq dilədi. Bundan həman məqsudi budur ki, atanın və ananın duaları oğul və qız üzərinə məqbuludur və nəsihətləri eyni səvabıdır və rizalərini gözədib xoşnud etmək fərzüdür. Ta kim qiyamət günündə cəhənnəm əzabından əmin ola. Dünyaya gəlmədin anası qarnında söyləyənlər bunlardır kim zikr olundu. 32-ci sual. Yəni diqqət buyurun, burada biz hələ 31-ci sualı yarıdan oxumuşuq və bunu neçə səfə oxuduq? Qeysəm dalıya 3 səfə təqribən. Bu 3 səfə, hər suala 3 səfə, yəni 100 səfədən çox kitabdan cırılıb əvvəldə. Orada hətmən müqəddəmələri deyəcək idi ki, burada görmürük. Bu kitabın gedək 30-cu səhifəsindən PDF-in bir səhifə oxuyaq. 20-ci səhifəyə gedək. Biraz da bundan bir səhifə oxuyaq burada. 20-ci səhifədən
görə xardan bir əvvəli olur. Heç yerdən əvvəli yoxdur. Yəni alimlər xalqə vəz və nəsihət etdiklərində məsxərəliğə alalar. Məsxərəliğə alalar və xırsi bir mərtəbə qalib olgum. Xırsı ehtimalən hırsı deməkdir, bilmirəm, bəlkə də. Və xırsi bir mərtəbə qalib ola kim xalq haqqı qoyub batil yola şuru edələr. Əl-hərisu məhrumun məfhumində daxil olalar. Və qazilər rüşvət alıb haqqı batil edələr və batili haqq deyə hökm edələr. Yeryüzündən şəriət-i nizam-ı intizam götürülər. Ondan sonra Hakkı Teala israf ile emr ede. Suri Tala. İsrafil'e emrede. İsrafil Yahudiyyətdən gələn bir ismidir. Mikail kimi, Əzrail kimi, bunlar fikirəm hamısı Məsihiyyətdə, Yahudiyyətdən gələn isimlərdir. Bunlar bir mələklərdir ki, o dünyada, yəni qiyamətdə bu İsrafil deyilən bir adam, bir varlıq, bir uzun şeypuru var bunun, onu çalacaqdır. O qədər bu səs güclü olacaq ki, adamlar ki ölüblər, milyonlar, milyardılar il torpaqda torpaq olublar, nəsildən nəsilə üstlərində ot bitibdir, heyvanlar yeyiblər, heyvanlara adamlar yeyiblər, heyvanlar bir-birlərini yeyiblər, nəslidən nəslə keçibdir. Bunların hamısı tazaşdan nağıllara görə torpaqdan göyərəcəklər, çıxacaqlar eşiyə. Odur. Ondan sonra Hakkı Teala İsrafil'e emr ede. Suri çala. Surun nərəsi məhabbətindən 7 qat gökdə olan mələikə və 7 qat yerdə olan məxluqat yüzləri üstünə düşüb bihuş olalar. Qoluhu Teala fəizə nufixə fis-suri təfəzzəə. Bu təfəzzəə kəlməsi də silinib təzəşdən yazılıbdır. Mən fis-səmavati və mən fil-ərzi. Surun fəzəi şöylədir kim 7 qat gökdə olan əhl-i səmavat, 7 qat yerdə olan əhl-i ərz əlbəttə, hər biri şöylə ola kim həman İsrafil suri ürdüğü gibi qiyamət qubdi sanıb ki layəqəl olalar. Sanıb ki layəqəl olalar. Surun avazı heybətindən yerlər zəlzələyə düşə və yıldızlar dökülməyə başlaya. Diqqət buyurun, deyir bəlkə göydə bu ulduzlar məsələn bir şeyə bağlanıblar, oradan düşəcəklər. Və yıldızlar dökülməyə başlaya. Və başlarda ki qərə saçlar ağara. Ondan sonra Hakkı Teala İsrafilə əmr eləyə suri bir dəxi çala. Şöylə çala kim tağlar yerindən qopə, toz olub bölətlər kimi, bulutlar gibi bu hava yüzündə gəzələr və dənizlərin suy quruya və ayın və günəşin nuri gedib qəbqərə olələr. Cəhani zulümat düdüb yel saman savurur gibi surun nəfxəsi məxluqatı bir-birinə ürə. Qoluhu Teala yevmə turcefur racifətü tətbəuha ər-radifə. Tamam, bu da bir səhifə buradan oxudu ki, 40-cı səhifəsindən də biraz oxuyaq. İşarət etdi. Allahın əmri ilə tağlar açıldı. Şöylə kim bir-birlərini görüb, kələmat edib, cəmi hallərindən xəbərdar oldular. Çün dənizdən sağ və səlamət çıxdılar. Bunların ardınca Firavun əleyhillənə ləşkəri ilə dəniz kənarına erişdi. Gördü kim dənizin suyu tağlar gibi
turmuş dereler gibi yol olmuş. Firavun bu hali görecek, yüzünü leşkerine tutup etti. Görün benim heybetimden su tağlar gibi turmuş bana ve benim leşkerim geçmeye ve kaçan gullerimi tutmak için dedi. Anden bülend avaz ile çağırıp itti. Ve ana rabbikumul a'la dedi. Çün Firavun leşkeri bu avazı eşidip cümlesi inip Firavun'a secde ettiler. Ondan sonra Firavun'un kalbine korku düştü. Qəsd etdikim dönüp gedə. Qəsd etdikim dönüp gedə. Hemen Cebrail aleyhisselam erişip bir ilaf kısrağa benmiş Firavun berzenci, burada bir ablak. Hemen Cebrail aleyhisselam erişip bir ablak kısrağa binmiş Firavun bir zenci apfer ana binmiş. Bu ihtimalle bir hayvan adıdır. Bir zenci apfir ata ya da ayfır ata, bilmirəm nə cür bir atdır. Ata binmiş idi. Cebrail əmin Firavunun bindiği ayfırın, aygır da olabilir. Ayfırın önünce denize yürüyü ve verdi. Denize yürüyü verdi. Firavunun bu yürüyü verdi kimi feillər bəllidir ki, İstanbul ləhcəsində yazılıbdır. Yəni bu kitab haradaysa orada yazılıb. Firavunun aygırı qısırağın qoqusun alınca bir ixtiyar Cebrail'in ardına düştü. Firavun nə denli ciddi cəhd ettiysə aygırı döndüremedi. Cebrail ardınca denize belə girdi. Leşker Firavunun girdiğini görecek, ardından tamamen belə girdiler. Ve kəpər milyonları dahi ardından demene ve cirmiyenleri dahi ardından melaikeler çavuş olup denize koydular. Tamam, bu görürsünüz ki bir tane dastandır beləsi. Vəcida kitabının bu kitabın son səhifəsindən biraz oxuyaq, görək ki nələr var. Son səhifə çox şeydir, amma oxumaq olar. Yəni bu cür deyək ki, oxunmasın. Kitab oxunur bir kitabdır. Heyif olsun bununla belə şeydir. Bunun əvvəli və axiri düşübdür, calib məsələləri danışır. Qəbul eləruq, eləməruq. Bu bir çoxlu məsələ haqqında bir düşüncələri ortaya qoyur. Tarixin bir zamanında bizim babalarımız belə düşüncə sahibləşmişlər və belə anlırmışlar. Yəni məsələn Qur'anı oxuyur. Qur'anı düşünür. Yəni fikirləşir Qur'anın dediyinin üstünə. Onun üstünə bir teori düzəltməyə çalışır ki, o düz gəlsin. Və bu teorini nəsildən nəsilə genişdirirlər. Bu inkişaf, fikir inkişafıdır. Yəni bu günlər Big Bang göz başına çıxmayıbdı. Big Bang bugünkü teori elə bu teorilərin sonundan çıxa bilər. Yəni sonucu ola bilər. Adam eyni o teorilərə tay bir şeydir bu Big Bang'dən. Hər halda burada bir yerə keçib ki, neçə dənə sual soruşur. Görüm acaba onu görə bilərəm ki, qəziyyəsi nədir? Üçüncü sual. Çünki orada 5-ci sualı görmüşdük. İkinci sual. 30-cu sual. Calibdir. Burada 30-cu sualı var burada. 39-cu sual. 40-cı sual.
ehtimalən buradan sonra o şey olsun. Burada bir ayə vardı. Bu ayədən sonra ehtimalən burada bəli, birinci, ikinci sual buradan olacaqdır. Bu sualı oxuyaq. Birincisini oxuyaq, sonra gedək səfərin axirini oxuyaq. Qawluhu Teala və qəddərə fīhə əqvətəhə ərbəə əyyamin səvaun lis-sailin. Həmə isə günü cinsi və hurilər. Cinni və hurilər ehtimalən. Xəmis günü olacaqdır, həmis yazıbdır, yəni cümə axşamı. Həmis günü cənnəti ehtimalən və huriləri yaratdı. Ha, gedir o, dedim, bunlar Turatdan gəlmədirlər bir çoxu. Ənvai dürlü nemətlər ilə cümə günü Adəm və Həvvayı yaratdı və həm cümə günü əmr etdi ki, cümlə-i mələikə Adəmə səcdə edələr. Səbt günü, görürsünüz, hətta bu səbt yazdığı gedir Yahudilərin şənbiyə səbt deyir. Səbt günü cümlə-i əşya vücud bulmuşdu ki, aləmdə heç bir vəch ilə məlalət və kudurət qalmamışdı. Qawluhu Teala və ləqəd xələqnəs səmavətə vəl ərzə və ma beynəhuma fi sittəti əyyamin və ma məssənə minəl fəvb. Belə bir şey daha nəcürdür. Haqqı Cəllə Cəlaləhu buyurur, bu cəhani 6 gündə yaratdım, deyir. Bu yenə də Yahudiyyətdən gələn düşüncədir. Qadirdir kim bir gündə və bir saatdə və bir ləhzədə yaradaydı. 6 gündə yaratmaqdan murad budur ki, aciz biçarə qullər hər işdə əcələ etməyələr. Əgərçə qudurə məcaz bəndə əlindədir. Nitekim Həzrət Rasul əleyhisselam buyurur, Əl-əcələtu min şeytan. Vəssani buradan başlanır. O birincisi və bu da vəssani minər-rəhman. Tamam, bu gedir, kitabın sonuna ki, bir belə səfə gəlmişdik oraya. Buradan bu səfəni oxuyaq və kitabı tutaraq. Təəssüflə bu kitab əvvəlində və sonunda şey yoxdur. Bundan belə ki, bu kitabı indi biz mümkün qəbul eləyək, eləməyək mətnlərin, amma toplumun içində bu özəlliklə din, ürfi din, bunun heç bir İslamla əlaqəsi yoxdur, əvvəl bunu deyim. Hər kəsən öz düşüncəsini yazır. Əlbəttə, Quranda da Yahudiyyətin izləri çox-çoxdur. Bir dəfə də bunu araşdırdıq, gördük ki, qavram olaraq, düşüncə olaraq %80-i Yahudiyyətdən gəlibdir. %20-si ərəb və qeyri-ərəb millətlərdən Quranda toplanıbdır. Amma kəlmə olaraq %95-i ərəbcə, kəlmələr, sözlər ərəbcədir. %5-i qeyri-ərəbcədir. 25 peyğəmbərdən 20-sinin adı Yahudiyyətdən gəlmiş. Qalan 5 dənə ərəb və qeyri-ərəb millətlərdən gələn adlardır. Onun üçün Yahudiyyət, İslam və müsəlmanların düşüncə və yaşamları üzərinədir. Əcəb bir təzad və çəlişkidə olurlar. İranlılar kimi, farslar kimi. Bir çəlişkidədir. Həm Yahudiyyətin peyğəmbərlərin, rəhbərlərin qəbul eləməlidir, hekayələrin qəbul eləməlidir, həm də ondan savaşmalıdır. Mən əslən bilmirəm, şayid Həzrəti Məhəmmədin Xeybər savaşından sonrasına baxmalıyıq. Görək ki, əcəba Xeybər savaşından sonra İslamda, Quranda, və bunu soruşaq da, yəni indi ki, bura gəldi söz. Öncələr sənlə Qur'anın nə qədər Yahudiyyət və İbri
düşüncələri altında qaldığı haqda danışıq aparmışdıq. İndi isə başqa bir sorum var. Əcəba Həzrəti Muhammed sallallahu aleyhi və səlləm min davranışı və Qur'anda gələn ayətlər Xeybər savaşından sonra Yəhudi və İbri dilinə qarşı hərəkət etdimi? Yəni Yəhudi gələnəklərindən uzaqlaşdımı? Qiblə bu çağdan sonra Məkkəyə döndümü? Tamam, bu sualı elə verək görək ki, bu önəmli və incə tarixi qonudur. Xeybər savaşı Hicrətin 7-ci il İslam tarixində çönüş nöqtələrindən biri sayılır. Sorularınıza tərtib ilə və tarixi həqaiqlərə əsasən cavab vermək olar. Qiblənin dəyişməsi, Məkkə və Beytülmüqəddəs. Burada bir tarixi düzənləmə etmək gərəkdir. Qiblənin dəyişməsi Xeybər savaşından çox öncə baş verib. Tamam, buranı anladıq. İslami qaynaqlara görə qiblə Hicrətin 2-ci ilinin ortalarında, təxminən Hicri 2-ci ildə, yəni bəs qiblə Hicrətin 2-ci ilinin ortalarında göndərilmişdi. Bu birinci bir şey ki, burada biraz aldıq, bu cahildir. Buna görə də qiblənin dönməsi Xeybər savaşının nəticəsi deyil, bəlkə Mədinədəki Yəhudilər qəbilələri ilə ilk ixtilafların yarandığı dövrlə üst-üstə düşür. Tamam, bu ixtilaflarda indi gərək yavaş-yavaş, çünki Məkkəyə çevirmək üzrə budur ki, Yəhudiyyətdən ayrılmağa çalışır Həzrət Rəsul. Yəni, o düşüncəni qarşısına geçməyə çalışır. Oradan bərabər yetinirlər. Yəni, əlbəttə, Qur'anın çoxu da o zaman olmayıbdır. Bu da cəlibdir. Onu əlbəttə bir sual durumda soruşarıq. Qur'an soruşum elə indi yadımdan çıxmır. Qur'anın ən çox hissəsi qiblanın dəyişimindən öncə nazil olmuş ya sonra? Bunu da bir sual olaraq qoyaq, cavab yazsın. Amma biz gedək burada birinci İbri ikinci cavabçı verirdi. İbri və Yəhudi ənənələrindən uzaqlaşma. Xeybər savaşından Hicri 7-ci ildən sonra İslamın siyasi gücü artdı və bu dövrdə Yəhudi gələnəklərinə qarşı daha müstəqil bir kimlik formalaşmağa başladı. Bu uzaqlaşmanın bir neçə göstəricisi var. Dil və yazı. Zeyd ibn Sabit rivayəti nədir? Deyir ki, məşhur rivayətə görə Peyğəmbər sallallahu aleyhi və səlləm vəhy katibi Zeyd ibn Sabitə əmr etdi ki, Yəhudilərin dilini İbri və ya Süryani öyrənsin. Yəni onların dili.
Bunun səbəbi Yəhudilərlə olan məktublaşmalarda və siyasi əlaqələrdə birisinə etimad etmək və tamamən müstəqil olmaq idi. Bu siyasi bir uzaqlaşmanın dil sahəsindəki təzahürü idi. Adət və ibadət. Bu dövrdə müxalifət və əhli kitab, burada niyə farsça yazıbdır? Kitab əhli ilə. Çünki gedib oradan götürür. Baxın, buna biz etimad eləməməliyik. Çünki bəllidir, farsdan aldığı üçün etimad eləməməliyik. Əlbəttə 250 ildə yazıldığı üçün, kitablardan da aldığı üçün etimad eləmək. Xətt biz bunu bir ide alaq, bir şey alaq ki, belə bir şey ola bilər, ola bilməz. Sonra bunu araşdırmaq lazımdır. Özümüz müstəqil qaynaqlardan ki, batılılar yazmamış olalar, müsəlmanlar da keçən 250 ildə yazmamış olalar, ondan öncə onlardan araşdırmalıyıq. Görək nə düşünülüb, nə olubdur. Yoxsa bu əlan məsələn bir dənə özün dua verdi, göstərdi ki, farslardan alıb mənbə, onun üçün biz bunu qəbul edə bilmərik. Bu dövrdə müxalifət və əhli kitab əhli ilə fərqli olmaq düşüncəsi daha da gücləndi. Məsələn, Peyğəmbərin sallallahu aşura orucu haqqında dediyi, aşura orucu yoxdur, aşura soralar olub biz şiənin yanında. Aşura dediyimiz əşərədən gəlmir. Əşərə yəni 10-cu gün. Amma aşura bir addır. İmam Hüseynin orada öldürülən günə. Nəinki ayın 10-una. Çünki ayın 10 olsa hər ayın 10-u aşura hesab olar. Amma aşura deyil. Aşura orucu haqqında dedi ki, biz müsəlmanlar Yəhudilərdən fərqli olmalıyıq. Və ya namazda və geyinişdə onlara bənzəməmək haqqındakı tövsiyələri bu dövrlərdə daha qabarıq üzə çıxır. Qurandakı ayətlərin ləhni. Xeybər savaşı ilə eyni vaxtda və ya ondan sonra nazil olan ayətlərdə, məsələn, Maidə surəsinin bəzi bölümləri Yəhudilərlə olan ittifaqların bitişini və onların siyasi huzurunun zəifləməsi haqqında daha qatil sözlər üzə çıxır. Siyasi üstünlük. Xeybərdən sonra Yəhudilər Mədinə ətrafında böyük bir hərbi güc olmaqdan çıxıb cizyə verən bir təbəqəyə çevrildilər. Bu da Qur'ani ayətlərin siyasi və hüquqi dilinə öz təsirini qoydu. Nəticə, Xeybər savaşı İslamın Yəhudi düşüncə və ənənəsi ilə fərhəngi və siyasi üsyanı, bu görürsünüz farslardan alıbdır da, yəni deyil, bəlkə onların gücündən tamamən qurtulma və müstəqillik mərhələsidir. Qəbilə çox öncə dönüş etsə də, qiblə çox öncə dönüş etsə də, Xeybərdən sonra İslam cəmiyyəti özünü tamamən ayrı bir ümmət olaraq, yəni oradan ayrı deyilmişlər, görmə öz güvəninə etimad və nəfs çatdı. Tamam, bu başqa bir mövzu. İkinci şey soruşuq. Bu çox önəmli bir sualdır. Qur'anın mətnilərin təbəqəbəndisinə, Məkki və Mədini bölümlərinə baxsaq, cavab daha aydın olar. Qur'anın hissələrini ayət sayı və həcm baxımından iki əsas dövrə bölsək, nəticə belədir. Qiblənin dəyişimindən öncə nazil olanlar həcm olaraq daha çox, yəni Məkkə, Mədinə üzrə, Məkkə. Məkkə ayətləri, çünki dedi bu hicrətin 2-ci ilində olubdur. Qiblənin dəyişməsi hicrətin 2-ci ilində təxminən baş veribdir. Bu tarixdən öncə nazil olan hissələr bunlardır. Məkki surələr 13 il. Qur'anın təxminən 3də 2-si Məkkə dövrünə aiddir. 3də 2-si. Yəni 5000 ayədən yaxşı 3500-i filan gedir o dövrə. Məkkə dövrünə aiddir. Bu sözlərin hamısı Beytülmüqəddəs qiblə olan zaman nazil olub. Yəni Yəhudilərlə ara çox yaxçıdır. Yəhudilərin də
düşüncələrinin, dinçi anlamlarının İslam və müsəlman Həzrət Məhəmmədin üstünə dərin etkisi var. Mədəni surələrin ilk qismi hicrətdən sonra qiblə değişinə qədər keçən 17-18 ay ərzində də böyük surələrin, özəlliklə Bəqərə surəsinin böyük bir hissəsi nazil olması başlamışdı. Yəni o dövrdə, o 2 ildə, 17-18 ayda. Nəticə Qur'anın kökünü təşkil edən inanc, əxlaq və keçmiş peyğəmbərlərin qissələri ki, həcm olaraq Qur'anın böyük qismidir, tamamən qiblə Məkkə tərəfinə dönmədən öncə vəhy edilmişdir. Qiblə değişimindən sonra nazil olanlar hökm baxımından daha qati. Hicrətin 2-ci ilindən sonra, yəni 17-18 ay İslamın əvvəli hicrətdən sonra, beləsi desək, yəni ta Həzrət Məhəmmədin ömrünün sonuna qədər nazil olan bölümlər həcmi olaraq təxminən 1/3 olsa da hüquqi, siyasi və ictimai əhkamın böyük bir qismini əhatə edir. Yəni bu bölümdə, sonuncu bölümdə 7-8 il ki, Həzrət Məhəmməd sonra diri qalıbdı, bu qiblə dönəndən sonra, orada deyir ki, düzdür ki, nazil olan bölümlər həcm olaraq təxminən 1/3 olsa da hüquqi, siyasi və ictimai əhkamın böyük bir qismini əhatə edir. Yahudi qiblələri ilə ixtilafların dərinləşməsi, siyasi müstəqillik və Yahudi ənənələrindən ayrılan şəriət qaydaları da çox bu dövrün məhsuludur. İndi bunlara baxaraq biz eləyə bilərik deyək ki, Həzrət Məhəmmədin həyatı 2 yerə bölünür. Peyğəmbərlik həyatı 3 yerə, 4 yerə bölmək olar, amma biz Peyğəmbərlik həyatı bir Məkkə dövrüdür və hicrətin 2 ili dövrüdür. 17-18 ay hicrətdən sonraki dövrüdür. Burada Həzrət Məhəmməd çox Yahudi dinin özünə yaxın bilir. Ya da onun təsirindədir. Ona görə də İslamın bu mərhələdə çox Yahudilik düşüncələri alıb içinə. İkinci mərhələ qiblə değişəndən sonra başlayır. Bu mərhələdə Yahudilikdən uzaqlanır. Bu nə deməkdir? Mənim düşüncəm indi bu olur. Buradan gələn ayətlər, buradan sonra gələn ayətlərdə əgər yeri yoxsa, o ayətləri qırağa qoymaq gərəkə bilər. Çünki Qur'anın özündə belə bir sünnət bizə qoyub qalıbdır ki, hər bir hökmü ki, əvvəl gəlib, sonra onun təkmili ya hətta onun ziddi bir hökm gəlibdir. Birinci hökm Qur'anda gəlibsə o həsf olur, silinir, Qur'anda var. Amma əməldə deyirlər ki, nasix, mənsux, o mənsux oldu, bu da nasixdir. Təzə gələn ayə onu nəsx elədi, onu sındırdı, təzə bir ayə, təzə bir məna gəldi. O Qur'anda tarixi olaraq o da var. Amma o tarixi olaraq bizi göstərir ki, bu hökm əvvəldə var idi. Qur'an, Allah belə təşxis verib ki, təzə bir ayət gətirsin, ya Peyğəmbər təzə bir ayət gətirib Allah tərəfindən. Bu ayət o ayətdən üstündür. O ayətlə həsf olmalıdır. Əmələn həsf olur, amma kitabda qalır. Bu bunu göstərir ki, Qur'anın özünün içində nasix, mənsux ayətlər var ki, bunu da bu gün indi burada yazaram, soruşaram. Bu nasixlər, yəni sonra gələnlər, əvvəlcən gələnləri kəənləm yakun edir. Yəni onları daha təsiri olmur. Onların geçici bir qüvvəsi yoxdur. Əgər belə olarsa, bu sünnəti nəzərə alarsaq, əgər qibla değişdəndən öncə İsrailiyyat Qur'anın 2/3 təşkil verirsə və sonra qibla değişir və İsrailiyyat Qur'andan yavaş-yavaş azalır ya da kamilən azalırsa, bu anlama gəlir ki, Peyğəmbərin bu ikinci mərhələsində gələnlər o birinci mərhələdə İsrailiyyatdan üstündür və onların nasixidir. Onlar kollən nəsx olmalıdır. İndi bu ayətlərdə, mən bunu da yazaram, soruşaram, nasix-i mənsuxu da Qur'anın
Quran hissələrinin neçə faizı nasix və mənsux görünür. Tamam, bu da o mənim bu düşüncəm beləsi gəldi. İndi niyə belədir? Quranın ilk 13 ilində hədəf Mədinədən köçübdür Məkkəyə, Məkkədən çönübdür Mədinəyə, Mədinədə də 17 al qalıbdır. Bu 13 il ora təsadüf edir. Quranın ilk 13 ilində hədəf daha çox təvhid və Kəbənin müşriklərin əlindən qurtarmaq idi. Amma ibadət o dövrdə Beytülmüqəddəs tərəfinə edilirdi. Buna görə də Qurani cümlələrin böyük əksəriyyətində Məkki surələrində özəlliklə Kəbə təqdis olunsa da o dövrdə hələ Məkkə qiblə deyildi. Başqa bir sözlə, Quranın ayət sayısına baxsaq, qiblə dəyişimindən öncəki ayətlərin sayı da ayət haqqında danışmaq istərdinizmi? Məsələn, qiblə dəyişimindən dərhal sonra nazil olan Bəqərə surəsinin 142-ci ayəsi haqqında. Məsələn, görülübdür. Məsələn, bunu adam deyə bilər ki, bunu deyil. Amma mən bir sual soruşmuşdum, buna cavab versin. Bu sual İslam elmləri və teoloji baxımından çox mübahisəli və maraqlı bir qonudur. Nasix-i mənsux bir ayətin hökmünün başqa bir ayətlə dəyişməsi barədə alimlərin fikirləri arasında böyük fərqlər var. Buna görə də bunları qeyd etmək olar. Alimlərin baxış bucağı, faiz fərqləri. Bu mövzuda 3 əsas məktub var. İfrati baxış, çox sayda mənsux. Geçmişdə bəzi alimlər içirlər o dövrdə. O dövrdə ki, mollalar daha çox milləti sağmağa çalışırlar, özlərin üstün görərək Quranda da mənafiləri var təbiətən. Məsələn, erkəklik, kişilik mənafi Quranda mollalar buna görə saxlayıblar əslində. Yəni, bəlkə də geçirdiblər. 500-dən çox ayətin mənsux olduğunu iddia edirlər. Əgər bu rəqəmi əsas götürsək, Qur'anın təxminən 8% mənsux sayılır. Gözəl. İkinci, mötədil baxış, klasik dövr. O, biraz əskilər, Həzrəti Məhəmmədə yaxınlıqdır. Cəlaliddin Suyuti kimi böyük alimlər bu sayını çox aşağı salaraq fəqət 20 ayət ətrafında qərar verdilər. Bu halda mənsux ayətlərin faizi 3-dən də aza gəlir. Yəni, birin 3-də 3-ü. Yəni, 0,3. 100-də 1-dən də az olur. Yəni, biri də 100 yerə bölsək, onun 30%. Birin 30%. Müasir baxış. Bir çox müasir tədqiqatçı və müfəssir isə nasix və mənsuxun əslində ayətlərin hökmünü yox, bəlkə keçmiş şəriətlərin Yəhudiyyət və Məsihiyyət hökmlərini dəyişdiyini müdafiə etdilər. Mən də bunu düşünürəm. Yəni, indi düşündüm. Gördünüz ki, bunu heç şey eləmirdim. Onlara görə Qur'anın içində mənsux ayət sayı 0-a yaxındır. Yox, mən bunu düşünmürəm. Çünki əgər biz Yəhudiyyət və Məsihiyyəti desək ki, Həzrəti Məhəmməd bir məqtədən sonra, həyatının bir dövründən sonra onlardan kəsmək istəyibsə və onlara qarşı ayələr gəlibsə, onda küllən o ayətlər ki, onların düşüncəsində ona bağlı, onlar mənsuxdular. Qəbilə dəyişiminin bu aradakı yeri, qiblə dəyişinin. Qiblənin dəyişməsi, Beytülmüqəddəsdən Kəbəyə dönməsi nasix və mənsuxun ən məşhur və qəti nümunəsidir. Burada bir əməl ibadət cəhətinə tərəf dönmək mənsux olub. Bəqərə surəsi 142-ci ayət, bu ayətdə sırf bu dəyişim
nəsx mövzusundan bəhs olunur. Niyə faiz dəqiq deyil? Bunun səbəbi nəsx kəlməsinin tərifidir. Bəziləri bir ayətin daha geniş izah olunmasını da nəsx hesab edirlər. Amma əslində o, ayətin hökmünü iptali deyildi. Qıssaca nəticə, əgər sırf hüquqi və şəri hökmlərə baxsaq, Qur'anın çox köklü bir hissəsi, təxminən 99-dan çoxu sabit və mənsux olmayan ayətlərdir. Deyir ki, hüquqi bölümlər bulardır. Amma mənim nəzərimdə belə deyil. Məsələn, bir çox ayətlər mənim nəzərimə gəlir ki, Yəhudiyyətdən gəlməli. Yəni, biz onların köklərini Yəhudiyyətdə görürük. Mənsux olduğu deyilən ayətlər adətən müvəqqəti məsələlər, məsələn, sədəqə verib Peyğəmbərlə görüşmək kimi xüsusi hökmlər ilə bağlıdır. Sualınız hədəfində sırf Yəhudiyyətlə bağlı hökmlərin değişməsi, məsələn, qisas ya da yemək hökmləri, gördünüz, gəldi tapdı. Əsli qisas məsələsidir. Varsa, o bölümdə daha değişik faizlərə rast gəlmək olar. İstərdinizmi bu mənsux sayılan 20 ayətin ən önəmlilərinə, xüsusən Yəhudi gələnəkləri ilə bağlı olanları baxaq. O 20 ayəti hətta özünü də oxuya bildik, şura xançıları şeydir. Buna görə də Yəhudi ənənələri və ibri düşüncəsi ilə bibaşar əlaqəsi olan və ya onların hökmlərini değişən, nəsx edən bir neçə önəmli nöqtəyə baxsaq, məsələ daha aydın olar. Klassik müfəssirlərin, məsələn, Suyutinin qeyd etdiyi o 20 ayət arasında Yəhudiyyətin şər'i və sosial qaydalarını müstəqil bir İslam kimliyi ilə değişən əsas hökmlər bunlardır. Qiblə məsələsi, Bəqərə ayəsi 142 ilə 150 arası ayətlər. Bu nasix və mənsuxun ən məşhur nümunəsidir. Mənsux deyişən, Beytülmüqəddəs tərəfinə namaz qılmaq Yəhudi və Məsihi gələnəyi. Bunlar ikisi də ola qırılmışlar, biz oradan deyilmişik. Nasix, yəni hökm, Kəbəyə tərəf dönmək. Təsiri, bu değişim müsəlmanların, Yəhudilərin ruhi və coğrafi hakimiyyətindən tamamən qurtulub, öz İbrahimi köklərinə, Məkkəyə qayıtması demək idi. Aşura orucu və Rəməzan, Bəqərə 183-cü ayətdən ta 185-ci ayətə qədər. Mənsux, Mədinənin ilk illərində müsəlmanlar Yəhudilərlə bərabər Aşura gününü oruç tuturdular. Məsələn, Aşura da Yəhudiyyətdən gəlmədi. Mən bunu bilmirdim. Ən işıq, ən böyük haləti idi. Təsiri, Yəhudilərin önəmli dini günü ilə eyni vaxtda oruç tutmaq adəti ləğv edildi və müsəlmanlar üçün tamamən ayrı bir zaman dilimi, Ramazan ayı müəyyən olundu. Diqqət buyurun, bu çox önəmlidir. Yəni, mən dediyim düşüncənin, məncə, əgər oruçluq o zaman Yəhudilərlə bərabər tuturuq, Yəhudi dili və dini altında qalmışdıq, bu zamandan sonra Yəhudi dinin Qur'andan çəkib çıxartmaq lazımdır. Qalsa da. Çünki Həzrət Muhammedin həyatı iki yerə bölünür. Qisas və diyə. Bəqərə surəsinin 178-ci ayəsi. Değişim Turatda qisas hökmü çox qati idi. Gözə göz. Nasix, İslam baxışı, Qur'an diyə, təzminat, əfv məsələsini gətirdi. Yəni, diqqət buyurun, burada bunu görsədir ki, biz o qisas məsələsini götürməliyik. Bu da bunu görsədir. Qisas məsələsi üçün yemək hökmləri, yağları və özəl faydaları var idi. Nasix var idi. Nasix, Qur'an bunların Yəhudilərə bir cəza olaraq haram elədiyini bildirir. Məsələn, deyək ki,
Bu qalsın hələ. Amma müsəlmanlar üçün bunları helal edir. Donuz əti və bəzi istisnalar xaric. Yəni Yahudilərə bir şey, çox heyvanlar haramdır. İslamda da bunlar haram imişdi Peyğəmbərin bu gününə qədər. Bu günündən sonra doğuz əti ilə yağın çıxır qırağa. Bəzi istisnalar çıxır deyir, çıxır qırağa, qalanları helal olur müsəlmanlara. Təsiri Yəhudi şəriətinin ağır güclərindən asır və qəll müsəlmanları qurtarmaq hədəfi güdülür. Bu da görürük ki, Yəhudiyyətdən çıxdı qırağa. Yəni Yəhudiyyə bağlılıqdan çıxır qırağa. Bu da yemaqlarda. Şənbə, səbt günü ləğvi, mənsux. Yəhudiyyətdə şənbə günü heç bir iş görmək mütləq idi. Mütləq heç iş görmək olmaz. Yəhudiyyətdə şənbə günü, şəbt günü. Səbt deyirlər, şəbt. Nasih, Qur'an cümə gününü ibadət günü etsə də, namazdan dərhal sonra yer üzünə dağılıb işinizin ardınca gedin. Cümə surəsi 10-cu ayət deyərək şənbənin o ağır qadağasını nəsx etdi. Yəni görürük ki, Yəhudiyyətlə bir mübarizə başlanıbdır. Bəlkə Həzrət Məhəmmədin ömrü yetişməyibdi qalanında nəsx eləyə. Amma bunlar bizə göstərir ki, biz Yəhudiyyətin nəsx eləyə bilərik. Yəni Qur'an bizə bir ülgüdür. Nəinki qətidir, qəti deyil, çünki Qur'an özü qəti deyil. Qur'an özü mərhələ-mərhələ dəyişir. Namaz da dəyişir, oruç da dəyişir, zəkat yoxdur, zəkat gəlir, xüms yoxdur, xüms gəlir, nə bilim, bu şeylər gəlir. Ya gedir, dəyişilir yəni. Nəticədə nə görürük? Bu nasix və mənsux nümunələri göstərir ki, Qur'anın geçmiş şəriətlərin əslini, tövhidini qəbul etsə də, formasını qiblə, zaman, cəza qaydaları tamamən müstəqilləşdirmişdir. Bunların faizi Qur'anın bütün həcmi ilə müqayisədə az olsa da, İslam kimliyinin formalaşmasında ən mühüm rol oynayırlar. Yəni, mühüm deyil ki, faizi azdır. Mühüm budur ki, bu əsli yaşamın, məsələn, siz qisası götürün yerinə təzminat qoyun, əfv qoyun, yəni cəza hüququ dəyişər. Cəza hüququ Yəhudiyyət hüququndan qutarar. Cəza mücazat bu hüquqdan qutarar. Yemaqlar qutarıbdır biraz. Ya məsələ deyək ki, mən indi bunu deyərəm, yazar o Suyuti rəhmətligin sadıladığı 20 ayetin hamısın tərcüməsi ilə yazar mısın? Tamam. Bu bizə daha aydın bir düşüncə verər ki, İslam çünki bunlar toplumsal təsiri var. Namaz fərdidir, bireysəldir. Əlbəttə, İslamda namaz da cəmidir. Burası da var. Yəni, İslamda namaz cəmidir. Cəlaləddin Suyuti rəhmətlik özünün məşhur İtqan fi ulumil Qur'an kitabında Qur'an-ı Kərimidə hökmü tamamən mənsux olan ayətlərin sayısını ciddi şəkildə azaldıb, 20 ayətə indirib. Bu ayətlərin Həzrəti Xədicə salamullah əleyha Yəhudi ailəsindəndir və dili isə İbrani köklümüdür. Çünki Həzrət Xədicənin Həzrəti Məhəmməd sallallahu aleyhi və səlləmin üzərində çox dərin, hər cəhətdən dərin şeyi var.
Mürşid kimi gəlsin Həzrət Məhəmmədə. Həzrət Məhəmməd əcib ona aşiq və ona bir növ deyə bilirik ki, o da Həzrət Məhəmmədə əlbəttə qarşılıqdır. Yəni bir ər-arvad desaq, vaqəən məsələn Həzrət Məhəmmədlə Xədicədə görməliyik. O təfaxur, biri yetimdir, biri sərmayedardır, özü böyük bir ailədən gəlir. Bu o zamanda hər halda bir təbəqə var. Yəni pullu, pulsuz, kasıb, kasıbsız, nə bilim dinli, dinsiz bunlar çox ayrı və bir-birinə keçmək deyil. Burada nə cür bir eşq, məhəbbət var ki, o xanım o təbəqəni sındırır, gəlir bir kasıbla və bir yetimlə evlənir, tamam malın, sərvətini də onun yolunda xərcdir, özü də onun yolunda gedir Əbdülmütəllibin o Şeyb Əbu Talib dediyi yerdə orada aclıq çəkir. Belə bir eşq, məhəbbətdən söz geçir ki, insaniyyətdə taysızdır. Bu ayətlərin qıssa tərcüməsi və nə ilə nəsx olunduğunu bildirir. Bəqərə surəsi 5-ci ayət. 5 ayət, bu ayətdə var. 115-ci ayət. Şərq-ı qərb. Haraya dönərsiniz, Allahın özü, qıblası oradır. Zalibdir. Mən bu ayəti hiç yadımda deyildim. Fəqət əsl ayəti yazmayıbdı, heyif olsun. Haraya dönərsiniz, Allahın üzü, qıblası oradır. Birinci budur ki, hər yerə üzü çevirsəz, Allah oradan. Ölüm sizdən birinə çatdığı zaman ata, ana və yaxın qohumlara vəsiyyət etmək fərz edildi. Vəsiyyət gəlibdi burada ki, mal bəlli olsun kimi gedəcəkdir. Ehtimalən bilmirəm, Yahudiyyətdə bu nə imiş? Nəsx edilən nədir? Miras ayətləri Nisa 11 ilə vəsiyyətin fərziyyəti ləğv oldu. Deyir ki, o zaman fərz imiş əlbəttə deyir. Edildi. Amma deyir ki, miras ayətləri Nisa 11-ci ayə vəsiyyətin fərziyyəti ləğv oldu. Üstə də deyir fərz oldu, burada da deyir fərz oldu, baş tapmadım. Pəs biri də vəsiyyət haqqındadır. Əlbəttə ayənin özünü yazsaydı daha olardı. 184-cü ayət fidyə. Oruç tutmağa gücü çatmayanlar bir yoxsulu doyurmaqla fidyə verə bilər. Ehtimalən Yahudiyyətdə bu başqa bir şeydir. Orucluqda əlbəttə ki, yine ağrı var. Məsələn, mollalar bu təsiri alaraq deyir ki, bir gün oruç tutmasan, 60 gün oruç tutacaqsan oruçluqdan sonra. Ya orucu yesən, məsələn, bir 60 gün oruç tutacaqsan, ya da 60 nə bilim, belə bir şey deyirlər. Nəsx edən Bəqərə 185-ci oruç tutmamaq mütləq fərz oldu. Fidyə fəqət üzürlülər üçün qaldı. Tutmaq əlbəttə, oruç tutmaq mütləq fərz oldu. Hamıya oruç tutmaq fərz oldu, amma üzürlər. Qabaqcan hər kəs üzürü şey olsaymış, o fidyə verilmiş. İndi deyir ki, kollə nəsil hamı gərək oruçda illa, məsələn, qocalar ya mərislər. O da bir ümumi məsələdir, hüquqi məsələdir. 24-cü ayət bivə qadının bir illik nəfəqəsi vəfat edənlərin həyat yoldaşları üçün bir il evdən çıxarılmadan nəfəqə vəsiyyət edilməlidir. Nəsx edən Bəqərə surəsi 234-cü gözləmə müddəti 4 ay 10 gün idi. Və miras ayələri. Gəndə onlarda bu şey olubdur ki, yox, 1 il olacaqdır. 4 ayı Yahudilər mal çox sevirlər də, bilirsiniz. 284-cü ayət qəlbidən keçənlər. İçinizdəkini gizlətsəniz də, aşkar çıxarsanız da, Allah sizdən hesab soracaq. Bu da iç üçüncü, ehtimalin qabaqca nəymiş? Nəsx edilən. Bəqərə 286. Allah heç kimə gücü çatmayan yükü yükləməz. Əvvəl ayət buyurur ki, yəni gücüm çatmır deyə insanlar çaşırırlar. Sonra dedi ki, yəni fəqət əməli hesaba çəkər. Fikri yox. Amma sonra deyib ki, fikri də hesaba salırım da. Yəni fikri mühümmüdür ki, siz doğrudan zoru çatmır, yox.
Ali Umran və Nisa 2-ci ayət. Ali Umran 102. 2 ayət var burada. 102-ci həqqdə deyir, haqqı təqva. Allahdan ona layiq olan şəkildə haqqı təqva ilə qorxun. Allahdan ona layiq olan. Qabaqca nə idi? Nəsx edilən ayə 16-cı ayə idi Təqabun surəsindən. Gücünüz çatan qədər Allahdan qorxun. Gücünüz çatdığı qədər. Amma deyir ki, yox, Allahdan qorxun, təqva ilə qorxun üstə. Bu da bir məsələdir. Yəni, onda nifaqa yol verir. İndi burada nifaqın qabağını alır. Fahişə qadınların həbsi. Qadınlarınızdan fahişəlik edənləri ölüm çatana qədər evlərdə saxlayın. Cəlibdir, burada öldürmə hökmü yoxdur. Nəsx edilən ayə, nəsx edən Nur 2-ci ayə. Cəld və rəcm hökmü ilə dəyişibdir. Orada bir şey varmış, burada deyir ki, ən çoxu budur ki, vurun ya da daş vurun, daşla öldürün, o da var burada. Əlbəttə, əcəba bununla dəyişib ya yox, yəni burada evlərdə saxlayın, bu söz gəlsə, bu rəcm-u cəld əgər hökmü dəyişibsə, yəni daşlamaq, daşqalaq eləmək xanımları ya da döymək, cəld, şallaq vurmaq, əgər bu belə olsa, bu hökmündə İranda Yahudiyyət əsasında gedir. Maidə, Ənfal və Tövbə. Bunlarda 6 ayət var. Maidədə 2. Ehramlı ikən şikar. Yəni, Məkkəyə gediblər, istəyirində orada acdı, gedə şikar eləyə. Deyir ki, yox. Ehramdan çıxdığınız zaman şikar edin. Bu, şahidlik qeyri-müsəlman sizdən olmayan, yəni qeyri-müsəlman ola bilər əlbəttə. Aha, qeyri. Burada qeyri ilə müsəlmanın arasında fasilə qalıbdır. Qeyri-müsəlman, yəni müsəlman olan amma sizdən olmayan, yəni oğul, dədə, nənə, bala bunlardan olmasın. Qeyrilərdən 2 müsəlmanlar şahid tutun. Nəsx edilən ayə deyir, Təlaq surəsi 2-ci ayət deyibdir ki, 2 adil müsəlman şahid. Bu 2 adil müsəlman şahid deyəndə ola bilər ki, adam öz nənəsinin, dədəsinin, bacısının, qardaşın şahid tuta, deyir ki, yox, o cür olmasın. Ənfal 61-ci ayədə döyüşdə subat. Əgər sizdən 20 səbirli şəxs olsa, 200 nəfərə qalib gələr. Bir nəfərin 10-a biri nisbəti. Nəlcə açıqlamaq yaxşı olar. Tarixi faktlar göstərir ki, Həzrəti Xədicə Yəhudi deyildi və dili də İbrani deyildi. Bu qonuda önəmli nöqtələr bunlardır. Tamam, bəs o olmasa, mən belə bir şey bilmirəm, bəs onda eşitmişəm Məsihidir. Belə bir şey mollaların birindən, Cəfər-i Sübhanidən kimdən eşitmişəm bunu. Ona görə o cür bir şey zehnimdə qalıbdır. Həzrəti Xədicə salamullah əleyh Məkkənin ən əsil və tanınmış ərəb qəbilələrindən olan Qureyş qəbiləsindəndir. Atası Xüveylid ibn Əsəd və anası Fatimə binti Zaidə. Hər ikisi də xalis ərəb idilər. Onun nəsl şəcərəsi nəsəbi Həzrəti Məhəmməd sallallahu əleyhi ilə Qəsiyyə ibn Kilabda birləşir. Yəni Peyğəmbər Əfəndimizlə eyni kökdən və eyni ərəb ırqındandır. Deyil və ki, tamam. Daha bura gedəndən sonra qalanın qalanını oxumayaq. Bu da Həzrəti dedi ki, ərəbdir və şeydir. Tamam, bu kitabı baxdıq. Məncə yetər qədər buna da vaxt qoyduq. Gedək o birisi kitaba baxaq. Bu kitabın adı nə idi? Onu əvvəl burada yazaq. Ad, təracimə, bir çox səhifə, əvvəldən və axirdən düşmüş, bəlli deyil. Gedək ikinci kitabı açaq, görək ki, burada nə var? Fikirəm, bu kitabı qabaqcan görmüşük, amma bir baxaq sürətinə. Bəli, görmüşük, kitabı təvarixdir. Bunu bir neçə gün bundan öncə oxuduq. Bunu buradan silaq, heç ehtiyacı yoxdur ki, bundan çox davam edək. Gedək bura və bu kitabı təvarix. Bu təvarixi buradan
Dilit eləyək geçsin. Məsaibnaməyə gedək baxaq. Bu təvarixi buradan dilit eləyək geçsin. Vəsiyyət-i fəqir. Bu Vəsiyyət-i fəqir kitabına baxaq görək ki, bu nədir? Kitabın əvvəl sürətlə baxacaq. Deyir ki, bu 970-ci ildə yazılıb, yəni 470 il öncə bu kitab yazılıbdır. 344 səhifədəki PDF-də 172 səhifə görsənir. Kitab bəllidir, göndür. Bunun neçə dəfə qıraqları sökülüb, köhnəlib, sökülüb, dağılıb. Tazaşdan ayrı bir gönünən bunun dövrələrinin tazaşdan düzəldiblər. Tazaşdan yenə də cırılıbdır. Hər tərəfdə bunun cırılmağını görürük. Bundan belə şeyi saxlamaq üçün çox vaxt qoyublar. Kitabı açırıq, görürük ki, şirazəsi, yəni ortası cırılıbdır, sökülübdür. Birinci səhifədə kitabı sahibi ya uşağı ya özü xətt təmrin edilmiş. Kitab 3-cü səhifədə başlayıbdır yazılmağa və Bismillahirrahmanirrahim ilə başlayıbdır. Dövrəsində qırmızı çərçivəsi var. Bismillahın başının üstündə 2 yer ayırıblar haşiyə yazmaq üçün, yəni təzhib eləmək üçün. Təzhib olmayıbdır. Qıraq cizgilər çox qalindir. Xətt çox gözəl yazılıb, çox gözəl, əla yazılıbdır. Bugünkü Quran xətlərində yazılıbdır. Və hər bir hərfin üstünə onun səsini qoyublar. Çox gözəl və kitabın 3 tərəfi yazı yazmaq üçün boş qalıbdır. Qırmızı rəngin keyfiyyəti daha azdır, qərə rəngində əlbəttə keyfiyyəti azdır. Buna görə səfələr qərələnibdir. Bəzi kəlmələrin başı üstündə qırmızı xətt çəkiblər və bəzi kəlmələri qırmızı yazıblar. Biraz bunun sürətlə gedəcəyəm. Bəzi kəlmələrin dedim başı üstə hətta qırmızı və qərə xəttinə də çəkiblər. Ayırıblar. Kitabın bir çox yerdə qərə xətti, daha heç qırmızı xətt çəkilməyibdir. Təqribən yazının əvvəli və sonu, sətirlərin əvvəli və sonu bir xəttədir hamısı. Çox gözəl əlyazmadır. Bunun da biraz gözlə baxanda görünür indi əlyazmalığı. Çox gözəl bir əlyazmadır. Niyə ki, çox rahatca bunu oxumaq olar. Bəlkə hər 1000 kəlmədə bir dana, 2 danasını adam oxuya bilməsə, o da buradan xətt dəyişir. Cəlibdir. Gəldik, yetişdik bir səhifədən o üzə. Deyək ki, məsələn, 150-ci səhifə kitabda qoyulan 150-ci səhifədən sonra getibdir bir yerdən sonra. Yəni, bu 60-dan o üzə bir ayrı kitaba bənzir. Su geçmiş olur. Biraz qeydim dalıya. Kitaba su geçibdir əlbəttə, amma onlar yaxçı quruyub. Bu 160-dan bu üzə kitabın çox əcib su basıbdır və hətta deyə bilirik bəlkə davam edir bu şeylər. Xətt də dəyişir. Xətt də hey dəyişmə halətində olur. Hala o xətti ikinci xəttinə gedirik, davam edirik. Əlbəttə biraz fərqlidir o ikinci xəttdən ki, göstərdim. Biraz da yazı bu ikinci xəttdə enliləşdi. Yəni, əvvəldəki o yazı ki var idi, dar idi. Bu, biraz geniləşdi. Sətirlərin arası yaxçıdır, amma kəlmələr bir-birinin qarnına geçibdi. O qismətdə birinci bölümdə kəlmələr yenə də xətt dəyişdi. Əlyazma buradan yenə dəyişdi və bir ayrı cür əlyazmaya və qırmızı yazı çoxaldı. Çox əcib qırmızı yazılar çoxaldı. Bu neçə səhifədə sonra yenə azaldı. Kitabın sonuna gəldik, yetişdik, görək bu kitabı kim yazıbdır, əcəba bunun haqqında bir məlumat ala bilərik. Heyz olmaz və əşhər ilə iddət çəkər, kanə tamam olmədən. Kan, qan həman. Kan, İstanbul türkçəsidir, qan sözü gedibdir. Bəllidir ki, bu soralar yazılıbdır. Kan, qan sözünün yerinə gəlir, tamam olmadan qan görsə əşhər ilə olan illət batilə olur. İllət batilə olur. Tamam olduqdan sonra gör batilə, kör batilə olmaz. Təmmə təsnifihu bi'unillah Teala kitabın yazması qutardı. İkinci kitabıdır bu. İkinci kitab
vəsiyyət fəqir ad vəsiyyət fəqir. İndi burada kim yazıb? Təmmət təsnifühü bi'avnillahi Teala və lütfihi. Allahu Teala'nın ianəti və lütfi ehsanı ilə bu kitabın təsnifi tamam oldu. Təqribən, təxminən 970 sənəsində. Tarix nə mənası? Bu şey olubdu, yəni acaba yazar yazıb bunu, yoxsa nüsxəçi? Mən bunu nüsxəçi yazım. Nüsxəçi yazıram. 970-də əvvəlini oxuyarıq, görürük ki, bu 970-i Hicri sənəsində təxminən deyir. Yəni bəllidir ki, bu nüsxəçidir. Çünki təxmin sözü budur ki, adam bilmir ki, ha zaman bu kitab yazılıbdır. Deyir ki, bu zaman yazılmış olubdur. Və son səhifədə baxırıq, bu kitab hardadır? Məmurini belə bir şey görürük, amma bu hardadır bilinmir. Bir dana təmri var. Bu təmr özü göstərir ki, bu kitab Osmanlının son zamanlarında olmuş ola bilər. Çünki təmri var. Zənbəmər nə mənə? Mətbuəsi, mətbuə. Məqami dövləti illiyə Osmani. Belə bir şey, təmrin üstündə belə bir yazı vardı. Osmaniyyə. Belə bir təmrin üstündə yazı var və aşağıda bir möhür vurulubdur. Bu kitab niyə təmri var? Ehtimalən səbt olub dövlət yanında hüquqi şey üçün, o yazarın haqqları üçün, ona görə buna şey vurublar. Gedək kitabın elə əvvəldə heç zat yoxdur. Gedir bura, dedik möhürzat da yoxdur ki, yaxardan gəlibdir. Bismillahirrahmanirrahim. Həmdü sənayi bi nəhayə və mətu şükri bi. Bu kitabın diqqət buyurun, əvvələn kəlmələr bir-birindən ayrıdır. Bunu o qismətdə dedim ki, bir-birinə yapışıqdır. Sətirlərin arasında o birisi qismətə görə, ikinci bölümə görə ki, xəttlər biraz dəyişibdir, 2-3 dənə. Yəni burada əslində 4 cürə mən xətt gördüm. Gördüyüm bəlkə də çox ola bilər, əl yazma gördüm. Bu birinci bölümdə sətirlər bir-birinə biraz yaxın. Amma kəlmələr az da olsa bir-birindən ayrıdır. Amma orada bir-birinin qarnına geçibdir. Bir də buranın sətirlərin eni azdır, dardır. Dar bir yerdə yazılıbdır. Amma orada daha gen bir yerdə, buna nisbət gen bir yerdə yazılıbdır. Bismillahirrahmanirrahim. Həmdü sənayi bi nəhayə və mətu şükri bi gayə ol xudavənd kamilül ihsan və şamilül in'am. Xəllaq cahan və bari insan olan Rəbbül aləminə məxsusdur. Burada bir yaratmaq sözü yazıb qırağına. Bunu soralar yazıblar. Yəni bu qələm içəridəki qələmin deyil, o bari ehtimalən bari sözü, yəni yaratmaq. Belə bir şey. Və salatü tammi bi haddu salami sami bi cəmi ənbiya-i kiram xüsusən kəmalat insi cami və əsas küfr qami mefxər aləm seyyid enam Muhammed Mustafa və al əshab və ətba və uləma-i amilin üzərinə olsun leyl-ü nəhar. Burada bir calibdir, bunu görməmişdim, amma indi gördüm. Nəhar daim və əşcar əsmar qaim olduqca. Burada deyək ki, 3 sətri kamil siliblər. Niyə siliblər və oxunmur? Yəni bir deyə bilən bir parçadır. Pambıq deyil. İstirdim yəni pambıq, amma pambıq deyil. Bir parçadır. Və hətta tikişini də tapmaq olar ki, bir növ tikişi var bunun. Məsələn, yün tikişli ola bilər, cecim tikişli ola bilər. Cecimə çox bənzədirəm. O cürsü bir tikə ilə bunu çox sərə belə siliblər. Rəng yapışıb bu parçaya və kitabın qırağında o parçanın yeri, rəddi qalıbdır. İzi qalıbdır. Hər halda burada bir şey yazılmışmış ki, bu kitabı alan xoşu gəlməyib ondan.
Aleyhi rəhmətül məlikil qəvi. Qalanı buradan deyir. Yəni orada üstə nə yazmışdı? O bilmədik. مدار سعادت olan علم عقاید اهل سنه و الجماعه و علم الاخلاق و علم احکام şer'i فرعیدن her mükəlləfə bilməsi əhəm müəlzəm olan məsaili kütüb-i mü'təbərədən ixrac və nəfi am olsun. Burada yenə orada bir kəlməni yenə siliblər. Olsun düyünəmənə buranı siliblər. Türkiyə tərcümə etmişdir. Kim? Adın yazı, üstə adın deyib onun. Onun adın burada silibdir. Yəni o üstə o 4 sətirdə bu adamın adı yazılıb ki, burada deyir ki, özün mərif eləyir, əleyhir rəhmə ustadına ya hər kəsdə bir rəhmət oxur. Sonra mədar səadətunun elmi əqaid əhl-i sünnə vəl cəmaə və ilmi əxlaq və ilmi əhkam şər'iyyəyi fər'iyyədən hər mükəlləfə bilməsi əhəm və əlzəm olan məsaili kütüb-i mü'təbərədən ixrac və nəfi am olsun diye ya diye qalanı silinib Türkiyə tərcümə etmişdir. Kim? O. Üstəki. O etmişdir. Yəni bu ki, yenə də bu nüsxədir. Yəni 970-ci ildə bir nüsxə yazılıb bir kitabdan ki, öncə yazılıbdır. Qalanı talibi ahirət olan ixvan-ı din və müminin müvəhhidin təhsilində ətək dərmiyan edib, damən dərmiyan keşənd farsça, ətək dərmiyan edib və mucibi ilə amil olurlar isə səbəbi duxul cinan və baisi vüsul rizai rəhman olduğunda iştibah yoxdur haqqa ki əzizül misli olduğu mühəqqəqdir. Nətəkin bəzi üləma mədhində buyurdular beyt, bağı fəzl içində gəlmişdir, əfazil çox vəli gülüstan fəzlinin, amma bir gülüdür, bir gülü. Bir gülüdür, bir gülü, bir gülüdür, bir gülü, bir. Və vəsiyyətnamə təlif eyləmişdir. Ol vəliyi, burada bir kəlmə ehtimalən yenə silinibdir, yazılıbdır. Qıl nəzər, ol vəli, qıl nəzəri im'an ilə həll eyləmiş hər müşkili dini. Din. Yenə nəzərə gəlir ki, burada bir şey silinibdir. Belə nəzərə gəlir, yəni bəlkə də silinməyibdir, çünki belə fasilələr görünür. Silinməyib ehtimalən. Bu fasilədir elə. Vəsiyyətnamə təlif eyləmişdir. Ol vəli, qıl nəzəri im'an ilə həll eyləmiş hər müşkili din və İslami bəyan etmiş. İçində sərtəsər rəhbəri, sərtəsər sözü ki, gedib farsçaya orada bəyan etmiş, içində sərtəsər rəhbəri olmuş rahi haqqə. Savq edər hər aqili, həm şəriət, həm təriqət, həm həqiqət cümlətən mubəhmi etmiş. Bu silinibdir. Bu mubəhmi, cümlətən mubəhmi kəlməsi silinib. Nəzərimə üzrə mubəhmi qətən silinibdir. Bu nədir? Mubemu kimi məsələn olacaqdır. Həm həqiqət cümlətən məncə mubemu kəlməsi silinibdir. Etmiş, müsərrəh, qırq yermiş, qırq yermiş bir qılı. Qırq yermiş, qırq yermiş, yarmaq sözü. Qırq yermiş bir qılı. Birinin, birliğinin, bir qılının hemen, kil burada yazdı. Bir kilinin bu kitabın yad edib. Bir qul da ola bilər, əlbəttə qul deyil. Bir kilinin bu kitabın yad edib ol bülbülü, burada siliblər yenə bir şey. Sötəm ziri bu dur bağ cənnat bu bir gülü fəzli
Kitabı çox-çox sildikləri üçün təəssüflə dai. Burada yazıbdır Fəzli dai. Bu nə mənədir? Zira budur bağı cenanın bir gülü Fəzli dai anın ruhi şərifinə dua dəmbədəm. Görürsünüz, bu adamın adı qoymur gəlsin. Dəmbədəm çari anın ruhi şərifinə dua dəmbədəm çari anın oldu şəfaət amili. Lakin bu افقر ibad قلیل البضاعه olan Şeyx Ali Sədri Əl-Qənəvi. Bəs bunu yazan kimdir? Görək, ehtimalən yazan burada adı gəldi. Adı yazan əlbəttə. Bu افقر ibad قلیل البضاعه olan Şeyx Ali Əl-Sədri Əl-Qənəvi Əfa ənhuma, burada hardan gəldi? Burada ənhuma hara gedir? Olan Şeyx Əli Sədri Əl-Qənəvi. Burada dədəsi yoxdur ki, özü var fəqət. Ehtimalən özünün adı qabaqdan imiş. Çünki dədəsini desəydi ya ustadını desəydi, burada adı gələrdi, amma gəlmədiyi üçün bu fəqir-ül-ibad qəlil-ül-bəza olan Şeyx Əli, burada da bir şey üstündə yazılmışmış. Ehtimalən Əlinin üstündə bir şey yazıb, o silinibdir. Həm də tüpürcə ilə silinib, doğrusunu desəm. Əl-Sədri, İbn Sədri ola bilər. Əli İbn Sədri Əl-Qənəvi əfa ənhüməl ehtimalən belə ola bilər. Yəni, burada mən bir açıb ben qoya biləm, amma sual əlaməti qoyum üstünə ki, əcəba bu ben ola bilər, ya yox. Əfa ənhuma əl-əfvül əliyyüdən bəzi ixvan din müşkül olan məhəllərin həll etməyi iltimas etmələri ilə həsbətən lillahi Teala yenə türki lisan ilə şərhinə şuru olundi. Rəbbül aləmin müstəfid olan mümin qərandaşlarımıza intifaini müvəffəq edib cümləsinin səbəbi fəlahi edə amin be hürmətin nəbiyyil əmin. Kitab əslidə buradan başlanır. Bismillahirrahmanirrahim. Bismillah. Allah Teala'nın ismi. Kitab. Bir dənə, aha. Buradan bu kitabı, bir dənə ayrı kitabı qoyub qabağına, onun üzün yazır və tərcümə edir. O da ərəbcədir. Ona görə dedi ki, burada tərcümə türkcəyə falan belə bir şey dedi. Bir də o türkçə sözünə gər qeysəm tapsam. Bəli, dedi ki, məhəllərin həll etmək iltimas etmələri ilə həsbətən lillahi Teala yenə türki lisan ilə şərhinə şuru olundu. Bu kitab kimdir? Bu ya Əli ibn Sədri Əl-Qənəvi ərəbcə kitabı yazan olacaqdır. Bu türkiyə çevirənin adını siliblər. Mən bunu soruşum, görək ki, əcəba belə bir adam varmı? Yəni, Əli ibn Əl-Sədri Əl-Qənəvi. Görək ki, bunu tapa bilir belə bir adam ya yox. Sədrəddin Qunevi 673 hicridə Allahın rəhmətinə gedibdir. Tikcə təsəvvüf dünyasında
deyil. Təkcə təsadüf dünyasında deyil, bəlkə İslam düşüncə tarixində çox böyük və önəmli bir şəxsiyyətdir. Sizin qeyd etdiyiniz Əli ibn Əs-Sədri bu böyük ehtimalla onun nəsil şəcərəsindəki köklərə ya da onunla bağlı bir qaynağa işarə edir. Amma tarixdə daha çox Məhəmməd ibn İshaq ibn Məhəmməd ibn Yunus Qənəvi adı ilə tanınır. Qənəvi haqqında bu nöqtələr bizim əvvəlki bəhsimizə Yəhudi düşüncəsi və İslam teolojisi də dolayı yola bağlantılı ola bilir. Mühyiddin Ərəbinin ən önəmli şagirdi. Qənəvi Şeyx Əkbər İbn Ərəbinin yalnız şagirdi deyil, bəlkə onun mənəvi oğlu idi. Anası İbn Ərəbi ilə evlənmiş idi. İbn Ərəbinin vəhdət-i vücud nəzəriyyəsini sistemli hala salan və onu fəlsəfi dillə izah edən şəxs Qənəvidir. Fəlsəfə və irfanın qavuşan nöqtəsi. Qənəvinin ən böyük özəlliyi təsəvvüfü fəlsəfi müdafiə ilə birləşdirməsidir. O, dövrün məşhur filosofu Xacə Nəsirəddin Tusi ilə məktublaşardı. Əl-Murasilat kitabı. Bu məktublarda vücud, tanrı və aləm haqqında dərin bəhslər aparırdılar. Əsərləri. Onun ən tanınmış əsərləri bunlardır. Miftahul Qeyb, irfanın ən ağır və köklü kitablarından biridir. Əl-Fukuk, İbn Ərəbinin Fususul Hikəm kitabına yazılan ilk və ən önəmli şərhlərdən biridir. İcazul Bəyan, Fatihə surəsinin irfani təfsiridir. Quniyə və Mevlana ilə əlaqəsi. Qunəvi Quniyyə şəhrində yaşayırdı və Mevlana Cəlaləddin Rumi ilə eyni dövrün insanları idilər. Rivayətlərə görə Mevlana ona çox hürmət edərdi və hətta vəsiyyət etmişdi ki, cənazə namazını Sədrəddin Qunəvi qıldırsın. Yəhud və Yunan düşüncəsi ilə müqayisə. Qunəvinin əsərlərində Tanrının sifətləri və təcəlli məsələsi o qədər dəqiq işlənib ki, bəzi müasir tədqiqatçılar onun düşüncə sistemini Əflatun və ya qədim irfani məktəblərlə müqayisə edirlər. Amma o, tamamən Qur'ani bir dillə mütləq vücud və vücudu izah etməyə çalışıb. Nüşqə, sizin göndərdiyiniz o əlyazmada o deyil. Bu olunan, tamam o deyil. Bu kitabı getdi ayrı bir yerə. Amma bu Qunəvi, Sədrəddin Qənəvi, bəs onda yazaq buna. Əcəba, Əli Əl-Sədri Əl-Qənəvi midir, yoxsa Əli İbn Əl-Sədri Əl-Qənəvi iki adamdırlar. Bu barədə dəqiq bir tarixi açıqlama gərəkdir. Çünki sizin qeyd etdiyiniz Əli ibn Əl-Sədri, tamam, bunu mən qələt yazmışam. Bunu düzəldim, Əl-Sədri. Qənəvimdir, yoxsa Əli ibn Əl-Sədri Əl-Qənəvi iki adamdırlar. Əli Əl-Sədri Əl-Qənəvi yoxsa Əli ibn. Tamam, bunu düzəltdik. Bunu tazaşdan yox, tazaşdan desin ki, nə deyir? Tarixə baxdığımızda Əs-Sədriyyül Qənəvi ləqəbi ilə tanınmış bir ailə və məktəb var. Amma sizin qeyd etdiyiniz adlarla da incə bir nüqtə var ki, onların bir-birindən ayırmalıyıq. Sədrəddin Qənəvi əsil məşhur şəxs. Bu adın əsl sahibi yuxarıda danışdığımız
Məhəmməd ibn İshaq ibn Məhəmməd Qənəvidir. Sədreddin ləqəbi ilə. O İbn Ərəbinin ən böyük şagirdidir. Tarixi qaynaqlarda Əs-Sədrül Qənəvi ya da Əl-Sədri kimi tanınır. Əli ibn Sədrül Qənəvi oğlu və ya nəsli. Tarixi qaynaqlarda beləsi yazıb, ona görə qələt oxuram. Tarixi qaynaqlarda Mühyiddin Ərəbinin şagirdlərinin şəcərəsində Sədriddin Qənəvinin Əli adlı bir oğlu olduğu qeyd edilir. Əli ibn Sədrül Qənəvi Sədriddin Qənəvinin oğludur. O da atası kimi irfan və təsəvvüf yolunda idi. Amma atası qədər məşhur bir əsər sahibi olmadığı üçün kölgədə qalıb. Böyük ehtimalla sizin gördüyünüz əl yazmada və ya qaynaqda Əli bin Əs-Sədri yazılıbsa, bu Sədriddin oğluna və ya onun nəslindən olan bir katibə işarə edir. Əli Sədriyəl Qənəvi iki adın birləşməsi. Əgər bu şəkildə bin olmadan yazılıbsa, bu böyük ehtimalla bir ləqəb kimi işlənib, yəni Sədrəddin Qənəvi məktəbindən olan Əli deməkdir. Tarixdə bəzən şagirdlər ustadlarının adına nisbət verilirdilər. Məsələn, Sədriddinin Əs-Sədri məktəbinə mənsub olan Əli. Xülasə, tamam, buracan bildir ki, bu onun oğlu ola bilər. O da onun ömrü yaşında ola bilər də, bunu oxuduqca hangi ildə olubdu? Burada yazaq. Sədrəddin Qənəvi hangi ildə idi? 606 ilə 673-cü illər, 673 Hicri qəməridə yaşamış. Əli onun oğlu olursa, məsələn deyək ki 630-da məsələn doğulmuş olsa, hətta tez də ola bilər. O tarixdə doğulmuş. Tamam, o tarixdə doğulmuş ola bilər. Yəni bu əcəba bu Əli atası Sədrəddinin yazdığı ərəbcə kitablara bir şərh yazmışmı? Görək ki, bu haqda bir şey bizə deyir ya yox. Tarixi qaynaqlarda, yəni tarixi yazıbdır. Tarixi qaynaqlara və əlyazma kataloqlarına baxdığımızda Sədriddin Qənəvinin oğlu Əli ibn Sədriddin Qənəvi haqqında atası qədər geniş bir şöhrət yoxdur. Amma onun elmi fəaliyyətləri haqqında bunları demək olar. Atasının əsərlərinin qoruyucusu. Əli, atası Sədrəddinin vəfatından sonra onun böyük kitabxanasının və elmi mirasının əsl qoruyucusu olub. O, atasının əlyazma yazdığı müqəddəs kitabları və risalələri tərtib edib və onların köçürülməsinə istinsaq nizarət edib. Şərh yazıbmı? Böyük və tanınmış bir müstəqil şərh, məsələn, İbn Ərəbinin şagirdi Qaşani və ya Cündi kimi adı ilə məşhur deyil. Amma haşiyələr, Əli ibn Sədriddin atasının əsərləri üzərində məxsusən Miftahül Qeyb və Əl-Fükuk kimi ağır mətnlərdə izahlı notlar və haşiyələr qoyub. Bu haşiyələr əlyazmanın oxunması və mənasını açıqlamaq üçün çox önəmli idi. Dəryai Mərifət bəzi rivayətə görə o atasının dərslərində tutulan notları, təqriratı toplayaraq onları bir sistem halına salmağa çalışıb. Əlyazmadakı nəqşi. Tamam, bunları ötürək geçsin.
Qeydaq kitabımıza görək ki, bu kitabda bir daha bir şey tapa bildik. Gəldi, yetişdi bura ki, deyir Bismillahirrahmanirrahim. Mutab Bismillahirrahmanirrahimi demir, yazmır. Bismillah. Allahu Teala'nın ismi şərifi ilə başların, başlaram yəni başların. Görürük ki, nunla mim Türk dilində zəmiri əvvəl şəxs müfrəd ola bilir. Birinci danışan şəxs ola bilir. Başlaram, mən indi məsələn desəm ki, kitabı devam edərən, edərin, yəni indi edirəm. Ya edərəm, edirəm. Bu mim orada gəlir. Ər-Rəhman öyle Allah ki, ulu nimətləri vericidir. Vericidir. Ər-Rəhim öyle Allah ki, öyle Allah ki, burada nədir oldu qalanı? Bir ayrı cür oldu. Öyle Allah ki, geçici nimətləri vericidir. Vericidir. Elhamdülillah, cəmi həmd edicilərin həmdi əzəldən ta əbədə varınca cümlə sıfat-ı kamili müstəcimi olan vacibül vücudə məxsusudur. Əlləzi, öyle Allahi ki, hədana lil-İslam, dini İslam üçün bizi irşad eylədi. Və cəəlna və dəxi bizi qıldı min ümməti Muhammedin, Muhammedin ümmətindən qıldı əleyhüssalatu vəssalam, anın üzərinə olsun salat. Anın üzərinə olsun, yəni ənva-i təzim və cümlə-i məşruhidən əmin olmaq. Vəssalatu vəssalamu alə cəmil ənbiya və mürsəlin və dəxi salatu salam cümle-i ənbiya və mürsəlinin üzərinə olsun. Xüsusən minhum ba xüsus anlərdən əla əfzəl məxluqin əlanın şeydir ha onlardan əlanı əla əfzəlil məxluqin cəmi məxluqin əfzəli üzərinə olsun. Kimdir o? Muhammed kimdir ol? Əfzəli cəmi xisal-i həmidə ilə müttəsif olan Hazreti Muhammeddir əleyhissalam və alihi və dəxi əhl-i beytinin üzərinə olsun və sahabihi əcməin və mübarək yüzünü diqqət buyurun, burada səhabəni gözəl məna edir. Və mübarək yüzünü görüb iman gətirənlərin cümləsinin üzərinə olsun. Əmma bəd, kitab buradan başlandı. Bu, dedik, ərəbcə kitabı tərcümə edir türkçəyə də odur. Burada sualı belə soruşsam, cavab da nə mənə kitabın adı? Vəsiyyət-i fəqir. Əcəba Sədruddin Qənəinin vəsiyyəti fəqir adlı bir əlyazması mı var? Bu yazma var ise kim onu Türkçe'ye çevirmiştir? Tamam, bu bizi daxı yaxçı aparar. Böyük bir ömənli əsərin sorağındasınız. Bəli, Sədrəddin Qənəvinin rəhmətlik ən önəmli və tarixi baxımdan maraqlı kiçik əsərlərindən biri onun vəsiyyətnaməsidir. Bəzi qaynaqlarda Vəsiyyətül Fəqir ilallah adı ilə də tanınır. Bu vəsiyyətnamə sadəcə bir maddi miras bölgüsü deyil, bəlkə bir irfani münhəcim və Sədrəddinin öz şagirdlərinə və gələcək nəslinə son sözləridir. Vəsiyyətnamənin mühtəvası bu əsərdə Sədrəddin Qənəvi vəsiyyət edir ki, onun cənazə namazını kim qıldırsın? Məşhur rivayətə görə Şeyx Siraciddin Ürməvi vəsiyyət etmişdir. Amma sonradan Quniyyədə başqa rivayətlər də var.
İbn Ərəbidən qalan müqəddəs əşyalar, xirqə və sairə necə qorunsun? Və ən önəmlisi onun kəlamı və fəlsəfi kitablarının hansılarının məhv edilməsi və ya gizlin qalması. Çünki o qorxurdu ki, dərin irfani bəhslər amə insanlar tərəfindən yanlış anlaşılsın. Acaba görürsünüz, hətta o zamanda bir düşünür, deyir ki, hangi kitablarımı məhv eləyin ya da gizliyin, ələ düşməsin. Allahu Əkbər. Türkçəyə kim çevirib? Sədrəddin Qənəvinin bu vəsiyyətnaməsi tarix boyu müxtəlif dillərə çevrilib. Amma onun əski türkçəyə, Anadolu və Azərbaycan sahəsinə aid olan klasik türkçəyə ən məşhur çevirməsi və şərhi barədə bunlar demək olar. Süleyman ibn Vəli, Süleyman Vəli, Osmanlı dövrünün ariflərindən biri olan Süleyman Vəli Sədrəddinin bu vəsiyyətnaməsini türkçəyə çevirib və ona bir şərh yazıb. Başqa bir rivayətə görə bu vəsiyyətnamənin türkçə çevrilməsində sizin soruşduğunuz Əli ibn Sədri oğlu və ya onun məktəbindən olan katiblərin də rolu olub. Çünki Quniyyə məntəqəsində Sədrəddinin mirasını türkçə danışan tayfalara çatdırmaq üçün bu mətnlər tərcümə olunurdu. Əlyazmanın əhəmiyyəti. Sizin göndərdiyiniz 290-cı sayfadakı oğlan Məlikvəl. Yox, bu deyil. Bu kitabın öncə şəklin göndərdim. İlahi verəm, bir şey olsun. Kitabla ilgisi yoxdur. Bu kitabın adı isə nə mənə idi? Vəsiyyət-i fəqir. Vəsiyyət-i fəqir yazılmışdır. Tamam. Gedək kitabımızı oxuyaq. İndi haradan gəldik? Tamam. Əmma bədə gəldik, yetişdik. Əmma bəd Allah Teala'ya həmd və rəsulünə və al əshabinə salavat və salamdən fariq olduqdan sonra fəhazihi şu risalə vəsiyyətül fəqir əl-muhtac olan vəsiyyətül fəqiri tərcümə edir. Muhtac olan qulun vəsiyyətidir. Əl-həqir öylə fəqiri ki ədna və zəlildir. Əl-mü'tərif bil-əczi və təqsir öylə fəqiri ki əcz və təqsirini iqrar edicidir. Muhammed ibn bir Əli. Şimdi bu yazan? Yazanın adı çıxdı. Tamam. Ərəbcə kitabın yazıcısı Muhammed ibn bir Əli. Muhammed bin bir Əli. Muhammed, bunu da bir ayrı rəngdən yazım. Muhammed bin bir Əli. Tamam. Görək bu kimdir? İndi kitabın bu əlyazmanın bir səhifəsində bəlli oldu ki
vəsiyyəti fəqirin ərəbcəsinin yazarının adı isə Məhəmməd bin Bir Əlidir. Bu haqda bilgi verər misin? Görək ki, bir cəlib nöqtəyə gəldik, çatdıq. Bu məlumat çox önəmli bir açardır və bizi tamamən başqa, amma çox məşhur bir arifin huzuruna aparır. Əgər əl yazmada adı keçən şəxs Məhəmməd bin Bir Əli, Məhəmməd ibn Pir Əli olaraq qeyd edilibsə, bu şəxs Sədrəddin Qənəvi deyil, bəlkə məşhur Osmanlı arifi və alimi İmam Birgilidir. Bu haqda əsas məlumatlar. Məhəmməd ibn Pir Əli, İmam Birgəvi kimdir? Adı Təqiyyəddin Məhəmməd ibn Pir Əli, 929 Hicri, 981 Hicri qəməridə doğulubdur, yaşayıb. Yəni bu illərdə yaşayıb ölübdür. Kökü Balıkəsirdə anadan olub. Atası Pir Əlidir. Pir Əli idi. Öz dövrünün ən böyük fəqihi, müdərrisi və əxlaq müəllimi sayılırdı. Şöhrəti o, İslamın sadəliyinə, əxlaqına və bidətlərdən uzaq qalmasına çox önəm verən bir alim idi. Vəsiyyətnamə ya da vəsiyyət-i fəqir. İmam Birgəvinin ən məşhur əsəri onun vəsiyyətnaməsidir. Bu kitab tarixdə türk müsəlmanları arasında Birgəvi vəsiyyətnaməsi adı ilə o qədər tanınıb ki, yüzlərlə əl yazma ilə çevrilib. Ərəbcə və türkcə. İmam Birgəvi bu vəsiyyəti ərəbcə yazıb, amma eyni zamanda özü və ya şagirdlər tez bir zamanda onun sadə türkcəyə çeviriblər ki, ammi insanlar onu oxuyub anlaşalar. Mühtəva. Bu vəsiyyətdə imam bir müsəlmanın inancı, əqidəsi, ibadəti və əxlaqi necə olmalıdırsa, onu vəsiyyət formasında izah edir. Fəqir kəlməsi o da özünü tanıtdırır, erkən işlədir. Əli ibn Sədri ilə əlaqəsi. Sizin əlinizdə olan əlyazmada Əli ibn Sədri adı ilə Məhəmməd ibn Bir Əli adı yan-yana gəlirsə, böyük ehtimalla belə bir vəziyyət var. Katib və ya mütərcim Əli ibn Sədri ya Əli Sədri İmam Birgəvinin o ərəbcə vəsiyyətini türkcəyə çevirən və ya ona şərh yazan bir katib ola bilir. Quniyə məktəbi Sədrəddin Qənəvi nəsli ilə bir civi məktəbi arasında Birgəvi məktəbi arasında elmi bir bağlantı var idi. Böyük ehtimalla Qənəvi nəslindən olan bir alim Əli Birgəvinin bu dəyərli vəsiyyətini yaymaq üçün onu köçürüb. Əlyazmanın əhəmiyyəti. İmam Birgəvinin bir vəsiyyətnamələri adətən məktublarda və müdərrislərin əlində dərs kitabı kimi işlənirdi. Sizin əlinizdəki nüsxə əgər ərəbcə mətnlə bərabər Əli adlı birinin şərhini də içində saxlayırsa, bu Birgəvi arasının araşdırmalarında nadir bir nüsxə sayıla bilir. Nəticə, sizin axtardığınız vəsiyyət-i fəqir əslində İmam Birgəvinin Məhəmməd ibn Pir Əli məşhur vəsiyyətnaməsidir. Tamam, pəs bunun gəldi beləsi oldu. Pəs bunun adı olacaqdır ki, o İbni yoxdur, İbni kəlməsi getməlidir. Harada yazdıq bunu? Bu İbni kəlməsini silaq. Bu da şeyxdir. Tamam, onu sildik. Bu Qənəvi
Sədrəddin Qənəvi bu ildə yaşayıbdı. Odur. Amma bu ərəbcə kitab Muhammed İbni Pir, o dedi bu bir yazılır burada, pısı yazmasın diye. Pir Əli. İndi bu ha zaman yazılıbdı, bunu demədi, şiir dedi. Ha, dedi ki, bunun yazanı 929 ile 981 Hicri qəməridə bu adam Allahın rəhmətinə gedibdi. Tamam, buranı biz gəldik, yetişdik, katib və mütərcim dedik ki, tamam, gedək kitabımızı oxuyaq. Məhəmməd İbni Bir Əli oğlu Məhəmməddir. Əfa ənhüma, bu ikisindən təcavüz etsin. Əl-əfvu Əli mübaliğə ilə əfv edici və əzəməti şən sahibi olan Allah Teala li nəfsihi, kəndi nəfsi üçün vəsiyyətidir. Və li cəmi'il mükəllifin və cümləyə aqil və baliq olanlar üçün vəsiyyətidir. Kətəbəhə, bu vəsiyyəti yazdı, bir türkiyyəti, əcəbdir, caribdir, türkiyyə yazıb, amma ərəbcə yazıbdır. Bir türkiyyəti, türkcə, liyəmmə, nəf'əha, faidəsi am olsun üçün. Calibdir, belə bir şey yazıbdır, amma ərəbcə yazıb. Necə ki, deyir, mən türkcə yazmışam, görək ki, davamda nə gətirir. Əlbəttə, burada qırmızı xəttinlə bir şey yazıbdır, o da silinibdir. İhtimalən sifat-i səlbiyyə, Allahın sifat-i səlbiyyəsindən danışacaq burada. Bu məzkuru Allah-u Teala'nın şəninə layiq olmayan və ittisafi muhal olan sifatləri bəyan edər. Ehtimalən əl-fəslü və sifat nəmənə belə bir şeydir, amma oxunmur hələ. Əs-sifatu səlbiyyəsi oxunur. Bəyan edər. Əvvəla, olad və əshabimə və ixvani dinə. Əvvəl vəsiyyətim nədir? İbtida əmrim oldur ki, edələr şəhadət. Danıqlıq edə. Danıqlıq, tanıqlıq. Tanıqlığı olub deyil, şəhadət nə deməkdir? Danıqlıq. Edərin ibadətə. Yəni, buradan bu yüzə oldu, türkcə oldu. Yəni, buradan ərəbcə idi, amma buradan bu yüzə türkcə oldu. Bəs dedik, bir də oxusaq buranı. İndi burada bu yüzə əvvəl vəsiyyətim, üstünə xəttə qırmızı şey, kitab budur. Əvvəl vəsiyyətim, ibtidai əmrim, yenə xətt çəkir üstünə, oldur ki, edələr şəhadət. Burada yenə türkcə yazıbdır, üstünə xətt çəkir, yəni əsl kitab budur. Danıqlıq edələr, edərin ibadətə. Danıqlıq, oldur ki, edələr şəhadət, şəhadəti danıqlıq, tanıqlıq anlamında. Danıqlıq, tanıqlıq. Edərin ibadətə, edərəm. Edərin ibadət, yəni qulluq etməyə layiq və qulluq etməyə. Yenə layiq və müstəq. Tamam, kitabı indi tazaşdan yazmalıyam. Mən kitabı kamil oxumadan yanlış bilgi vermişəm. Məhəmməd İbni Pir Əli, Məhəmməd İbni Pir Əli bu kitabın bir neçə cümləsin ərəbcə yazmış, qalanın
isə türkcə davam etmiş. Amma şarih həmən türkcəni şərh Türkçə şərh etmiş. Türkcəni yenə də türkcə ilə şərh edərək sadələşdirmiş görünür. İndi bu kitab haqda daha doğru bilgi verdim. Siz bu bilgilərə görə daha doğru bilgilər əldə edə bilərsinizmi? Tamam, bu indi bizi bir yanlışdan çıxada bilər. Bu yeni və dəqiqləşdirilmiş məlumatlar məlumatlarınız məsələni tamamilə aydınlatdı. Sizin əlinizdəki əsər Türk İslam ədəbiyyatı və irfanı tarixinin ən məşhur və ən çox oxunan klassiklərindən biri olan İmam-ı Birgəvi Vəsiyyətnaməsinin ya da əski adı ilə Vəsiyyətnamə-i Birgəvi çox önəmli bir şərhidir. Verdiyiniz bilgilərə əsasən bu kitabın kimliyi haqda demək olar. Əsərin kökü mətn Məhəmməd ibn Pirəli İmam Birgəvi vəfat 981-ci ildə bu vəsiyyətnaməni əslində tamamən sadə bir türkcə ilə yazmışdı ki, xalq öz dinini və əxlaqını rahat öyrənsin. Amma o, adət üzrə bəhsin başlanğıcında və ya önəmli kəlami qayda gətirəndə bir neçə ərəbcə cümlə, ayət, hədis və ya fiqhi qayda işlədirdi. Sizin gördüyünüz o ərəbcə sətirlər İmam-ı Birgəvinin əsl mətnindəki kök sözləridir. Şarihin, şərh edənin işi türkcədən türkcəyə sadələşdirmə. İmam-ı Birgəvinin yazdığı türkcə 10-cu əsr hicridə zaman getdikcə bir az ağırlaşmış və ya içindəki dərin kəlami mövzular izaha muhtac qalmışdı. Buna görə də sonrakı əsrlərdə, yəni xüsusən 11-12-ci hicri əsrlərdə alimlər bu vəsiyyətnaməyə türkcə şərh yazmağa başladılar. Şarih Birgəvinin cümləsini gətirir. Sonra onu daha sadə bir türkcə ilə geniş şəkildə açıqlayır. Bu, o dövrün təlimi ənənəsində çox raic idi. Məqsəd dini düzgün başa salmaq idi. Şarih kim ola bilir? Bu vəsiyyətnaməni türkcə elə şərh edənlər arasında ən məşhur Qazizadə və Süleyman Vəli kimi alimlərdir. Amma sizin əvvəlki bəhsidə qeyd etdiyiniz Əli ibn Sədri ya Əli Sədri adı katibin əlindəki nüsxənin məxsus olduğunu şəxs və ya şərhin əsl yazarı ola bilir. Əgər o sətirlərin arasında şarih dedi və ya şərh budur ki, kimi ifadələr varsa, bu bir türkcə şərh nüsxəsidir. Əlyazmanın dil özəlliyi. Sizin əlinizdəki bu əlyazmanın böyük bir önəmi var. Dil müqayisəsi İmam Birgəvinin 10-cu əsrdəki türkcəsi ilə şarihin, məsələn 11-12-ci əsrdəki şarih yuduxa zaman yazıb, nüsxə tarixi 970-i göstərir. 970-i hicri qəmərini göstərir.
Diqqət eləmirəm, həmişə belə bir dil müqayisəsini oxuduq. Əxlaq və əqidə bu kitab təkcə vəsiyyət deyil, bir növ müsəlmanın əl kitabıdır. İçində namaz, oruc, həlal, haram və insanlarla davranış qaydaları çox sadə dillə şərh olunub. Xülasəsi, sizin əlinizdəki əsər Məhəmməd İbn Pir Əlinin İmam-ı Birgəvi vəsiyyətnaməsinə yazılmış türkcə bir şərhidir. Ərəbcə sətirlər əsl, mətn türkcə sətirlər isə həm mətn həm də onun izahıdır. Tamam. Bu tarix 970 hicri diqqət edəndə sizin əlinizdə olan nüsxə müstəsna bir əhəmiyyət qazanır. Bu tarix bizə çox önəmli bir şey göstərir. Bu adam özü 981-də ölübdür, o 970-də yazıbdır. Yəni onun diri zamanında yazıbdır. Bu nüsxə 970 hicri qəmeri diqqət edəndə sizin əlinizdə olan nüsxə müstəsna bir əhəmiyyət qazanır. Bu tarix bizə çox önəmli bir sırrı açır. İmam Bərgəvinin sağlığında yazılan nüsxə. İmam Bərgəvi Məhəmməd İbn Pir Əli 981-ci ilində vəfat edib. Əlinizdəki nüsxənin tarixi 970 hicri qəməri olduğuna görə bu əsər müəllifin öz sağlığında vəfatından 11 il öncə köçürülüb. Bu da o deməkdir ki, bu nüsxə-i əsl müəllifin öz əlyazmasına ən yaxın nüsxələrdən biridir. Əsərin şöhrəti hələ müəllif sağ ikən həvəslə yayılmağa başlamışdı. Şərh məsələsi və türkcədən türkcəyə. Sizin dediyiniz türkcəni yenə türkcə ilə sadələşdirmək nöqtəsi 970-ci ildə belə izah oluna bilir. İmam Bərgəvinin özü dərslərində və ya ilk qaralamalarında bəzi ərəbcə ibarətləri və ya çətin istilahları işlədirdi. Bu nüsxə böyük ehtimalla onun ilk şagirdlərindən biri tərəfindən ustadının İmam Bərgəvinin sözlərini daha da aydınlatmaq üçün yazılan bir təqrirat, dərs notları və ya ilk şərh nüsxəsi ola bilir. Nadirlik dərəcəsi. Bu qədər erkən tarixli 970 hicri qəməridə bir Bərgəvi nüsxəsinin dünya kitabxanalarında çox azdır. Adətən böyük kitabxanalardakı nüsxələr 10-cu əsr sonları və ya 11-ci əsr aid olur. Sizin əlinizdəki nüsxə tarixi vəsiqə 10-cu əsr türkcəsinin ən əsil və dəyişməmiş formunu saxlayır. Kağız və xətt. O dövrün nüsxələri adətən daha möhkəm, aharlı kağızlarda və oxunaqlı nəsx və ya təliq xətti ilə yazılırdı. Məhəmməd İbn Pir Əli və vəsiyyət. Kitabın içində Məhəmməd İbn Pir Əli adı geçməsi və tarixin 970 olması tamamən müəyyən edir ki, bu əsər vəsiyyətnamə-i Birgəvidir. Bu əsər türk xalqının əxlaqını, əqidəsini və müsəlmanlıq kimliklərini qoruyan ən təməl daşlardan biridir. Tamam, indi buradan bir əks bu kitabdan saldıq deyirəm və gedək onu göndərək baxsın. Fikr edirəm ki, bu işi gördük. Budurmu? Baxsaq görərək ki. Yox, bu deyil. Bu o birisi kitabdır. Gedək bundan bir əks salaq. Tamam. Bu əksi də çevirək furi. Edit eləyək. Bu kitabdan göndərək. Görək bunun haqqında nə məlumat verəcəkdir. Çox önəmli məlumatlar almalıyıq bu kitab haqqında. Davam eləyək. Görək ki,
hara gəlmişdik? Etmə. Layiq, bu gənə türkçəsi. Layiq və müstəhəq heç kimsə yoxdur illa Allah. Əlbəttə, layiq və heç kimsə yoxdur. Layiq və müstəhəq heç kimsə yoxdur. Burada indi yoxdurdan sonra yoxdur illallah Teala və vardır. Vardır həman. Vardır. Buradan bu cür şərh. Və varlığının dəlili oldur ki, göklərdə və yerlərdə və heyvanlarda və ağaclarda, ağaclar və ağaclarda və otlar və otlərdə və sair məxluqatda müşahidə olunan əhval əcibə və əsalib bədiə və səna'i qəribə ədna fikr edən kimsə bülür ki, bir alim və xaliqi vardır. Neta kim bir ali binayı görən kimsə ol binanın bir banisi var idicin bildici gibi bazı a'rabiden Allah Teala'nın varlığına dəlil nədir diye sual olunduqda dəvənin varlığına və əsər sahibinin varlığına dəlilidir. Buruclər sahibi olan, buruc göydəki bu görünənlər, buruclər sahibi olan göklər və ulu yollar sahibi olan yerlər Allah Teala'nın varlığına dəlil olmazmı? Diye cevap verdi və Qur'an-ı Əzimüşşənidə Fillahi şəkkün fatir-i semavati vel arz diye buyurdu. Yani Allah Teala'nın varlığının dəlili ol qədər aşkaradır ki, şək olunmaq layiq dəcül oylə Allahi ki, gökləri və yerləri yoxdan var edicidir. Şəriki ortağı, şərik ortaq. Burada yenə gəldi, kitabdan yazdı. Buradan kitabdan demirdi, özü deyirdi. Şəriki ortağı və nəziri yenə də şeydir və dəkdə şey nəziri və dəkdə şey yoxdur. Dəndə dənin tutmaq, dəncin tutmaq, dəncidə düzdür, belə çox əlbəttə dənci yazmayıbdı. Dənc yəni təvazun da, o şey nəzir yəni ona tay və dəkdə ya dəkdə şey yoxdur. Yəni Allah Teala'nın cümlə-i məxluqatı xəlq etmədə ortağı yoxdur. Cümlənin xaliqi ancaq oldur. Zatında və sifatında və əfalində misli və nəziri yoxdur. Nitəkin Qur'an-ı Əzimdə La ilahə illahü diye buyurdu. Yəni ibadətə layiq və müstəhəq kimsə yoxdur. İllallah Teala. Vardır. Və dəxi bu cədə şərhidir, özündən deyir. Hələ feylən o kitaba keçmirdi. Ətəbdunə ma tənhitun vallahu xaləqəkum və ma təəməlun deyə buyurdu. Yəni siz ibadət edər misiniz kəndi yapdığınız demir, yapdığınız bütlərə, halbuki sizləri və əməllərinizi yoxdan var edən Allah Teala'dır. Və dəxi lo kânə fîmâ âlihətun illallah ləfəsədətâ diye buyurdu. Yəni göklərdə və yerlərdə Allah Teala'dan qeyri ilah olaydı, göklər və yerlər fəsad olurdu, fasid olurdu. Və dəxi və ləm yəkun ləhu kufuvan əhəd diye buyurdu. Yəni Allah Teala üçün heç kimsə dəngidəş olmaz.
dəngidaş olmadı və əsvab kimdən və quşaq qoşunmadan və yemək yemədən və su içmədən və uyumadan və anadan toğmadan və oğlan qız doğurmadan və övrətdən və oğlandan və qızdan bəridir. Tamam, devam edir. Çox sadə bir kitab. Əlbəttə bəzi yerlərdə gərək adam diqqət eləyə, çünki xəttlər çox nazik çəkilib kəlmənin üstünə. Əsli kitab budur, tozhihi budur. Bunları biraz şey eləyə bilər. Gedək görək burada nə yazdı. Təzə göndərdiyiniz şəkil hər şeyi tamamilə aydınlatdı və şübhəyə yer qoymadı. Bu sayfaya sizin əvvəlki təhlilinizin nə qədər dəqiq olduğunu və bu əsərin kökünü sübut edir. Şəkildəki mətin ilk sətirlərini oxuduqda belə yazılıb. O murad edicidir Məhəmməd ibn Pir Əli ibn Piroğlu. Oğlu Məhəmməddir əfa ənhüma. Bu sətir əsərin müəllifi olan İmam Bircəvinin Məhəmməd ibn Pir Əli kök nisbətidir. Əsərin kimliyi haqqında qəti bilgilər. Şəkildəki 7-ci və 8-ci sayfalar bizə deyir ki, bu əsər İmam Bircəvinin vəsiyyətnaməsinin şərhidir. Mətnin içindəki izahlar çox önəmlidir. Bu vəsiyyəti yazdı bir Türkiyə. Müəllif və şiə-şarih burada qeyd edir ki, bu vəsiyyət türkcə yazılıb ta ki, faydası am olsun, yəni hər kəs ondan bəhrələnsin. Məhəmməd ibn Pir Əli adı açıq, aydın qeyd olunub. Şərhin səbəbi türkcədən türkcəyə. Şəkildə diqqət etsəniz, bəzi yerlərdə daha iri xətt ilə əsl mətn, onun ardınca isə daha açıqlamalı cümlələr gözə çarpır. 8-ci sayfada Allahın varlığı və nişanələri haqqında yazılanlar dəlili oldur ki, göylərdə və yerlərdə tamamən kəlami bir şərhidir. Şarih İmam Bərgəvinin qıssa sözlərini götürüb, insanların başa düşməsi üçün kainatdan nümunələr gətirərək genişləndirib. 730 Hicri tarixinin önəmi. Bu tarixin müstəsna önəmi var. İmam Bərgəvi 981-də vəfat edib. Sizin nüsxənin 970-də yazılması o deməkdir ki, bu əsər İmam sağ ikən şagirdlərinin və ya o dövrün alimlərinin əlində dolanırdı. Nadirlik 970-ci ildə götürülmüş bir Bərgəvi vəsiyyətnaməsi şərhi böyük ehtimalla bu əsərin ilk şərhlərindən biridir. Xət və üslub. Növ-i xət. Xət növu. Çox təmiz və əsil bir nəsx xəttidir. Qırmızı mürəkkəblə yazılan başlıqlar və nöqtələr o dövrün əlyazma sənətinin yüksək keyfiyyətdə olduğunu göstərir. Dil 10-cu əsrin klasik Oğuz türkcəsidir. Oğlu, yazıldı, oldur kimi kəlmələr o dövrün türkcəsinin bütün gözəlliyini əks etdirir. Xülasəsi. Tamam, xülasəsi ilə işimiz yoxdur. Bu bir yazıb bu böyük kəşfiniz üçün təbriklər. Görək burada nə yazıb əlbəttə. Sizin əlinizdəki bu əlyazma İmam Bərgəvinin 970-ci il tarixi nadir bir türkcə şərhi nüsxəsidir. Bu əsərin bu qədər əski və salamat qalması bir möcüzədir. Əlbəttə bunun bir ayrı səhifəsindən də bir əks salsaq, o xətlər çox şey olar, yaxşı olar. Yüzüncü səhifəsindən bir əks salaq. Burada nə cür, nə oldu? Bu o kitab deyil məcər? Ha. Tamam, buradan da bir əks salaq. Tez sürətlə də bunu başarsaq əgər edit eləyək.
və bunu da verək bura. Görək bunun haqqında nə deyəcəkdir. İndi bu səhifədən biraz oxuyaq. Kitabın 192-ci səhifəsidir. Burada biraz qeydim dalıya bu sətrin əvvəlindən burada bir bismillah görürəm, amma bu nə deyirsə, buradan oxuyaq, görək ki, nədir. Bunun biraz aşağılarını Məsiyyəti və mürtəkibi istihsanən etdiyi üçün bir kimsəyə namaz qıl desələr, ol da bana namaz qılmaq qəti işdir. Bana namaz qılmaq qəti işdir. Qəti yəni zor, çətin. Qəti işdir desə kafir olur dedilər. Ələl qari kafir olmasın. Ələl qari kafir olmasının vəci yoxdur. Məgər Allah Teala üzərinə etiraz qəsd edə. Deyir ki, cəlibdir, bu adam mənim düşüncəm buna yaxındır. Yəni, bu məndən öncə olduğu üçün. Deyir ki, qabaqca bir kitabda oxumuşdur ki, biri desə ki, mən namaz qılmıram, ya namaz mənə çətindir falan, kafir olar. Bu deyir ki, çox cəlibdir. Deyir ki, bir kimsəyə namaz qıl desələr, ol da bana namaz qılmaq qəti işdir desə, kafir olur dedilər. Ələl qari kafir olmasının vəci yoxdur. Məgər Allah Teala üzərinə etiraz qəsd edə, yaxud təklif-i ma la yutaq murad edə. Böyle olacaq kafir olduğunda şübhə yoxdur. Bir kimsə göngülündə, yəni göngüldə Allah Teala'ya benim şahidimdir desə kafir olur. Zira Allah Teala'ya məkan isbat etmiş olur. Zira Allah Teala'ya həman ya məkan əlbəttə yazaq. Məkan isbat etmiş olur. Allah Teala məkandan bəridir. Ha, onun sözü. Allah mənim bu sözümə şahiddir deyəndə, yəni elə bir Allah yer üzündədir. Amma deyir ki, belə deyil. Əlbəttə bu mənim bu sözdən müxalifəm. Çünki deyir Allahu deyir ki, hər yerə üst çevirsəz mən oram və mən sizə damarınızdan yaxınam. Onun üçün Allah hər yerdədir və həm məkandadır, həm zamandadır, həm də ola bilər ki, məkan zamandan dışarıda olsun. Yəni eyni zamanda. Yəni hər şey Allah nəzərə gəlir onda. Deyir ki, olur. Zira Allah-u Teala'ya məkan isbat etmiş olur. Allah-u Teala məkandan bəridir. Bir kimsə Resulullah aleyhisselam hərimin hər yemək yedinizə bir bərmağın yalərdi. Belə deyir ki, bir kimsə Resulullah aleyhisselam hər yemək yedikdə bərmağın yalardı desə, yara bir axar kimsə bu ədəbsizlik ancaq desə kafir olur. Sütte-i şərifəni istiqbah etdiyi üçün bir kimsə rizq Allah'ındır. Lakin hərəkət qulu həlqi və icadi dördü etiqad edərsə, dörd icadidir. Həlqi və icadidir. Bir də bunu deyim, əlbəttə bunu baş tapmadım nə oldu? Bir axar kimsə bu ədəbsizlik ancaq desə kafir olur. Yəni Həzrət Məhəmməd barmağın yalırdı ha. Desək ki, bu ədəbsizlikdir, bir kafir olur. Sünnəti şərifəyi istiqbah etdiyi üçün
bir kimsə deyir ki, sünnəti bir şey eləsə, istiqbah eləmək ehtimalən təhqir eləmək kimi. İstiqbah qəbih göstərmək anlamında, pis göstərmək anlamında. İstiqbah etdiyi üçün, yəni deyir ki, sünnəti, Həzrəti Məhəmmədin sünnətini təqbih eləmək üçün, pisləndirmək üçün, sifət vermək üçün deyir, o kafir olar. Məncə kafir olmaz, çünki rəbti yoxdur əslən. Çünki İslam iki şeyləndir. Həzrəti Məhəmmədin risalətini qəbul eləmək, eyni halda bəndəliğini də qəbul eləmək və əvvəl də, ondan da əvvəl Həzrəti Allahın birliğin qəbul eləmək. Bunlar kafirlik, onların ikisini rədd eləsən olar kafirlik. Yoxsa Həzrəti Məhəmməd barmağın yedi, yemədi, bunun rəbti yoxdur ki, Həzrəti Peyğəmbər adamdır. Biz də indi barmağımızla çox yerdə yeyirik. Mən bir dostumuz vardı, Bəngiladeşlidir. Evinə getmişdik, bizi qonaq çağırmışdı, evinə getmişdik. Ortaq dildə ingiliscə idi. Calibdir, yeməğa boşqab gətirməmişdilər, gətirməmişdilər, qaşıq gətirməmişdilər. Biz biraz baxdıq ki, 6 nəfər biz getmişik, onlar da 4 nəfər, 5 nəfər. Neyniyəcəyik? Gördüm, onlar əllə başladılar yeməğa, xuruşu əllə götürürlər, tökürlər düyünün üstünə, sonra da əllə götürürlər, vururlar ağızlarına, barmaqlarını yallırlar, soxurlar boşqaba. Bir də biz də başladıq, o cür eləyək, çünki qonağıq orada, onlar nə cür yesələr, biz də o cür yeməliyik. Töydük üstü başımıza, adamlardan xahiş elədik ki, bizə əgər varsa qaşıq, çəngəl gətirəsiniz. Gətirdilər, yedik. Yəni bu tohin deyil ki. Hər millətin bir yol yöntəmi vardı. Bəzi insanlar bir cür yemək yeyərlər, bəzi insanlar bir ayrı cür yemək yeyərlər. Bəzi insanlar əli ilə yeyər, məsələn Türkiyədə düyünü çəngəllə yeyirlər, supu qaşığıyla yeyirlər. Biz qaşığı da, düyünü də, hər şeyi də qaşığıyla yeyirik, çəngəllə də fəqət səbzi götürürük, yeyirik. Yəni göy-göyərənti, salat yeyirik məsələn. Onu da çox vaxt qaşığıyla yeyirik. Mən heç bilmirəm İranda çəngəlin nə mənası var. Amma hər halda o toplumdan topluma yeyəcəklər də fərqlər. Bəzi yerlərdə doğuz yeyirlər, bəzi yerdə ilan yeyirlər, bəzi yerdə qurbağa yeyirlər, bəzi yerdə ayrı bir şey yeyirlər. Bunlar o bölgənin insanının yeyəcək kültürünə, fərhənginə, adət-ənənəsinə, tarixinə və imkanlarına bağlıdır. Bir kimsənə rizqullah nədir? Lakin hərəkət qulu xəlqi və icadidir deyə etiqad edərsə, şirkə olduğu o şərlə olduğu ki, burada oxunmur əlbəttə. Buranın əl yazması biraz çətindir üst-üstə. Yəni kəlmələr bir-birinə həm yaxındır, həm də yapışıblar. Şərlə olduğu ki, müqərrərdir, amma hərəkətdən, bu da şərdən olduğu müqərrərdir, amma hərəkətdən kəsb-i məasi murad edib, kəsb-i əbidə, rizqi xəlqə səbəbdir demək ki, mənası murad edərsə isə şərin yoxdur, şirk yoxdur. Bu da şirkidir. Bu kafdir, bu nundir. Calibdir ki, şafının hərəkətdək olmaz, hərəkətdən kəsb-i məasi. Tamam. Yəni burada çox rahat oxumaq olar əlbəttə. Bu da bu bölümdən gedək görək burada nə yazdı bu kitabın səhifəsi haqqında. Bu yeni görüntülər səhifə filan əlimizdəki tapmanı tamamən təkmillədi. Sizin əlinizdəki o türkcəni türkcə ilə şərh etmək məsələsi burada tamamən aydın görünür. Əsərin 970-ci il 91 və 92-ci səhifələrdə yazılanlar İmam Bərgəvinin vəsiyyətnaməsinə edilən bir şərhə, haşiyə və ya şərh nümunəsidir. 970-ci il tarixi Bərgəvinin filan bula getaq, mətndə önəmli nöqtələr. Səhifə 92-də çox maraqlı bir tarix rivayət var ki, sizin əvvəlki sualınızla
Xeybər və Yahudilik ki, tamamən üst-üstə düşür. Mətnida belə yazılıb. Rivayət olunur Xeybər günündə Həzrət Rəsulullah. Mən bunu görmədim. Baxaq görək bu harda idi? Bunu görək harda idi? Mən hangi səfədən əks salmışam? Bunu əvvəl bir baxım. Bu 204 203. Bu nə dedi? Əks hardan idi? Bu əksə bir baxalım. 192-yə çıxdıq. 192-yə görək ki, bunu orada görə bilirik, yox. %92, tamam. Ehtimal yoxdur, küfrdən xeyriyə məcal yoxdur. Bir kimsə axirə başın təraş eyliyə və tərnəqdələn kəs zira sünnət rəsulüdür desə və tırnaqlərin kəsə və tırnaqlərin, bu da nun olacaq, tırnaqlərin kəs zira sünnət rəsulüdür desə olda işləməzsən desə öldə işləməzən desə bu söz küfrüdür demişlər. Əgər sünnəti rədd və inkar muradi isə sair sünnətlərdə böylədir. Xüsusən şul sünnət ki, sünnət olduğu məruf olə, sübuti təvatür ilə olə, misvak kimi imamlərimizdən mərvidir ki, cümlədən Məhəmməd ibn Muqatildir. Əgər bir şəhr müqatildir. Əgər bir şəhrin xəlqi misvaki tərk üzərə cəm olsalar və işləməmək ittifaq etsələr, kafir qırar gibi onları qırmaq gərəkdir. Bu fəqirin anladığı oldur ki, bu sözü sünnətliyin inkar təriqi ilə söyləsə küfrüdür. Amma murad sünnət olduğunu iqrar edib işləməsi dəxi murad müdür, lakin sənin əmrün ilə işləməzlən bilinə Rəsulullahın sünnəti olduğu əcəldən işlərəm desə, zahir budur ki, küfr dəcüldür. Murad bu olacaq, küfrə olmadığı mütəəyyəndir. Nitəkin bəzi mühəqqiqin böyləcə təfsil etmişdir. İbn-i Humam Həzrətləri istihfafən sünnəti tərk etmək, istihfaf yumuşaq, boş tutmaq. İstihfafən sünnəti tərk etmək üzərə müdavimət edən kimsə əimmi-i Hənəfiyyəyə təkfirə etdilər, dedi. Onun üçün İmam Yusuf Həzrətlərindən rivayət olundu. Həzrəti Peyğəmbərimiz əleyhissalam qayğı sevərdi. Dedi, bir kişi ben sevməzəm. Qayğı nə mən olar? Qayağı severdi. Dedi bir kişi ben sevməzim. Dedikdən irtidad öyle hökm və qətli ilə əmr etdi. Ol kişi tövbə və istiğfar edəcək, qətl etmədi. Zira sünnəti mühəqqəq olan sünnəti rədd əlamət təkzibidir. Məzhəf-i şərifi
qazurata ilqa əlamət təkzib olduğu gibi bir kişiyə namaz qıl desələr, olda qılməzin desə, deməkdə bir səslədə möhkəm başın təraş. Tamam. Fikrim ben buradan bu yüzesini elə bir oxudum. Nəcür oldu? Hər halda burada o şeyə görə mən bir şey görmədim. Yəni o əksə görə bir də baxım. Əksi ihtimali yoxdur. Şüfdən qeyrə məhal yoxdur. Bir kimsə iqrar etsə baş təraş eyliyə və tamam, bunu oxuduq da. Yəni mən burada oxudum. Bəli, buradan oxudum. Burada o şeyə görə bir şey yazmayıbdı. Amma bu deyir ki, yazıbdır. Görək nə yazıb. Hər halda bu bir şeylər burada yazıbdır. Mən onu görmədim bunu yəni. Burada şarih İmam-ı Birgevinin bir hökmünü izah edərkən Xeybər savaşındakı bir hadisəni və ya o dövrün hüquqi qaydalarını nümunə gətirir. Bu da göstərir ki, əlinizdəki nüsxə təkcə bir əxlaqi kitab deyil, eyni zamanda tarixi və fiqhi həqaiqləri izah edən dərin bir şərhidir. Şarihin üslubu matnıda muradi budur ki, və ya şul sünnət ki kimi ifadələr tez-tez işlənir. Əsl mətn Birgevi qıssa və qatil cümlələrlə hökmü verir. Şarih sizin nüsxə o hökmün niyə verildiyini Xeybər kimi tarixi hadisələr istinad edərək açıqlayır. Cercis Peyğəmbər rivayəti. Əvvəlki şəkildə gördüyünüz Cercis Peyğəmbər qıssəsi də bu şərhin bir hissəsidir. Mən onu da görmədim. İmam Bərcəvinin tamam onu da görmədiyimiz üçün bu bəzi şeyləri özündən deyir. Yəni mən görmədim. Ən azından bu səhifəyə əlbəttə baxmamışam. Hara getdi? Bu səhifəni oxudum elə bir bunu da. Yox, oxumadım. Yox, oxudum. Bunu da birazdan oxudum da. Yəni biraz oxudum. Bu nəzərimə gəlir ki, doğru özündən bir şeylər götürür, yazır bəzən. Yəni əslən etimad eləməli deyil bu şeyə. Gedək kitabın son səhifəsindən biraz oxuyaq və kitabı qutaraq. Dedi ki, burada nə mənə kəsəndəkdən sonra gördü ki, heyzüdür. Burada xanımların məsələsini danışır. Mən də bunu tamam, hələ oxuyaq. Bəzilər qətində məhdududur. Həddində dahi ixtilaf olundu. Bəzilər 50 yıldır, bəzilər 55, bəzilər 60'dır dedi. Müddəti Ayas'dan sonra yasiyə ehtimalən Ayas'dan sonra gördü ki zahir məzhəb heyz olmamaqdır. Muxtar 50-55 yaşından sonra deyir olmaz. Muxtar olan qara və qırmızıdan maədası heyz olmaz və əşər ilə iddət cəgərkan tamam olmadan qan görsə əşər ilə olan illət batilə olur. Tamam olduqdan sonra gör batillə olmaz. Təmmə təsnifuhu bi avnillahi Teala və lütfihi, Allah Teala'nın ianəti və lütfi ehsanı ilə bu kitabın təsnifi tamam oldu. Təxminən 970 sənəsində. Kitab burada elə rəsmən qutardı və getdi. Biz bu günləri iki kitabla tanış olduq. Birisi Təracimə adlı ki, bu kitabın əvvəlindən ən azı bir 100 səhifə düşübdür. Axirindən də bir çox səhifə düşübdür. Onun üçün bu kitabı kim yazıbdır, hangi tarixdə yazıbdır, qonusu nədir, onu bilmədik. İkinci kitab amma gözəl yazılıbdır. Yəni. Və səsləri qoyulubdur. Necə ki, ikinci kitabı da, burada indi görsədirəm, ikinci kitabında Vəsiyyət-i Fəqir adındakı tapdıq bunu, sonunda tapdıq ki, bunun yazarı Mühəmməd ibn Piri Əlidir ki,
981 Hicridə Allahın rəhmətinə gedibdir. Bunu adı da Vəsiyyəti Fəqirdir. Bu vəsiyyəti şərh eləyən və həm o Vəsiyyət Fəqirdə Muhammed ibn Pir Əli özü türkcə yazıb, həm də bunun şarihi şərh eləyən türkcə şərh yazıbdır. O da onun da adı Şeyx Əli Əs-Sədriyəl Qənəvidir ki, bu da 970-də, indi son oxuduğumuz səhifədə yazıcı 970-də bu kitabın şərhin yazıbdır, bu vəsiyyətin şərhin yazıbdır. Beləliklə Allaha min mərtəbə şükür olsun ki, bizə bu tövfiqi, bu yolu göstərdi və bu günləri biz bu iki kitabla ki, çox dərin kitablardır, türk dilində özəlliklə bizə dini göstərir ki, biz dini də belə, irfanı da belə, şəriyyatı da belə türkcə yazmışıq. Yəni, türk dünyasında ərəb dili bəlkə türk dilinin yanı sıra, ya türk dili ərəbi dili yanı sıra din dilidir, irfan dilidir, şəriət dilidir. Bu kitablar bizə bunları da göstərir ki, türk dili təkcə ordu, ya siyasət, ya hüquq dili deyil. Toplum dili deyil. Bəlkə teknoloji dili, elm dili deyil. Bəlkə hətta din, irfan və fəlsəfə dilidir. Beləliklə bu günü başa çatdırıq feylən burada. Bir ayrı gün Allah tövfiq verirsə, bir ayrı türkcə yaranmış dil və türk yazısı kitablardan tanış olarıq. Bugünkü kitablarımızın birincisini bilmədik, amma ikincisi ən azından 400 deyək ki 77 il bundan öncə yazılıbdır. Sağ olun, sağ qalın, Allahın əmanında. Hələlik.